Allah sizi qorusun. Belə baxışla, belə parıltı ilə komanda uduzmur. Kreditimi ağlamalıyam, oradan 3000 gönder. Azərbaycanın ən bomba 2 dənə futbol stadionu var. Hoca, onu qazanam, gönderdən var, göndərə bilərsən. Yəni yazıb eləməyim, mən heç kimə də deyim. Olar mən başlayayım bugün. Başla. Salam. Salam əziz tamaşaçılar. Efirdə İmkan vermir. Allah. YouTube kanalımızda Aha. Azərbaycanın ən baxımlı idman YouTube kanalı, ən azı mənim ailə üzvlərimin arasında tura baxışdır. Sözü verirəm bizim daimi aparıcımıza, o kameraya baxın, başda. Sözü verirəm daimi aparıcımıza, Ruslan Əmircanov deyir, İsmail Abdullayev. Alpdullayev, yoxsa nə? Abdullayev. İsmail Abdullayev, alqışlayaq. Buyur qardaş, arada bir dəfə də mənə söz verin də, mən asıl şeydim. Ruslan Əmircanov. Başla Ruslan. Salam əleykum əziz tamaşaçılar. İsmail danış. Şu verilişimiz inanıram ki, çox maraqlı olacaq. Maraqlı, interesli xəbərlərimiz var. Turlar da doğrudan da maraqlı keçib. Axırıncı oyunlara baxanda bir dənə oyun 6 gəlib. Qalan hamısı üstü. Sən gedib. Hoppa. Mənə ehtiyac yoxdur. Əsl o variant Qafqaz ad yazanlar var. Bir dənə görsən yazırlar. Məhsuldar tur olur. Qardaş, bu oyunu nə görürsən? Dedim heç nə görmürəm. Nə görürəm mən? Həyatı zorla görürəm. Oyunu nə də görürəm. Məsələn, dedim mən Qafqaz ad yazıb eləyəm deyiləm. Məndən soruşmayın heç nəyi. Salam aleykum. Allah sizi qorusun. Hər vaxtınız xeyir olsun. Sən də gersən. Hər vaxtınız xeyir olsun, hörmətli futbol həvəskarları. Ayda çox rəsmi çıxır, hə? Sən əldən qoy getsin. Salam əleykum. Hər vaxtınız xeyir olsun. IQ Sportsun media layihəsi və artıq yeni sponsorumuz da var. Xırdalan 00-ın sponsorluğu ilə tura baxışın növbəti buraxılışı qarşınızda da ümid edirik ki, bu dəfə də marağınızca olacaq, diqqətinizi cəlb eləyəcək sözün yaxşı mənasında. Yəqin ki, son buraxılışımızı izləmişsiniz və yəqin ki, artıq razısınız. Həm çəkilişin keyfiyyətindən, montajın keyfiyyətindən dərhal artıq hiss olunur, fərqli kadrlar və bundan da yaxşı olmağa çalışacaq əlbəttə ki, sizin rəyləriniz, fikirləriniz, düşüncələriniz bizi daha da sevindirir və ilhamlandırır. 31-ci tur geridə qaldı. Gedək. Gedək. Aç. Səhər saat 6-da pivə olur. Səhər saat 10:48-də pivə niyə belə əsasən? Yox, bu sıfırdır, bu olar. Pivədir ki, qaqam. Oradan sıfırdır. 11-də də gedir. Gecə 3-də də gedir. Sıfırdır, özdə qəşəng də, səhərindir ya. O səhərin yerdəsin. Amma hələ məzələri yoxdur. Səhərin deyəndə ki, bizim bir işçimiz var, redaktorlardan biri, xaladenikdə saxlayıb, gələndə İsmail dedi ki, Ələcəb soyuqdur. Dedi ki, İsmail deyir, fikirləşdim, bəlkə sən gələndə ürəyin səhərin bir şey istədi. Ona görə soğuq. Hansı anekdot var hələ? Bir dəqiqə əvvəl o sərin şeylə bağlı çox belə qəşəng anekdot danışdılar. Danışa bilərsən, Ali? Onu tutanlar tutdu. Rahat danışa bilərlər. Bilirlər onu. Tutanlar tutdu, mənə deyil. Eləmi? Mənim ürəyim sərin şey istəmir. Ona görə də gəlin başlayaq. 31-ci turda maraqlı oyunlar, doğrudan maraqlı nəticələr. Orada çox maraqlı tur idi. Əlbəttə ki, turun mərkəzi görüşündən başlamaq istəyirik. Tofiq Bəhrəmov adına Respublika stadionunda. Kəpəz Şamaxı. Mənim üçün turun ən mərkəzi görüşü buydu. Yəni bu mənim subyektiv fikrimdir. Ən maraqlı görüş. Mərkəz görüş. Ən maraqlı oyun deyimsə hansı oldu? Deyimsə Sabah Səbail çox maraqlı keçdi. Möhtəşəm, dramatik. Şamaxı Kəpəzdə çox yaxşı keçdi. İndi yəni gəl bir şeyə açıqlama verək də. Verək deyəndə mənim sualım var. Bir dəqiqə deyəm. Afişası. Mərkəzi oyun adətən hansı oyuna deyirlər? Yəni bu oyunda cırışma var. Yəni bu komandalar yan-bayan gedir. Kimsə ya birinci liqa düşmək söhbəti gedir, ya da Avrokuboklara düşmək. Və hal-hazırda, yəni açıq danışaq da, Qarabağla Neftçinin mərkəzi oyun demək düzgündür axı. Kənar oyun. Adi oyun, sıradan bir oyundur. Çempionluğun sən demiş, rəsmiləşdiribdir. Yox, rəsmiləşdirməyib. O rəsmiləşdirməyib. Real nə görsən? Yəni, yox, lapırlər rəsmiləşdirsin. Neftçi də... Neftçi də deyir ki, qardaşım, mən çempionata fikir vermirəm, mənimki kubokdur. Çempionata fikir vermirsən, özün bilərsən. Sən ardıcıl 11-ci məğlubiyyəti alırsan Qarabağdan. Sonuncu dəfə Qarabağdan 2 il bundan əvvəl xal alıb.
O da Lebonun vaxtında xatırlayırsınız Kelan Lebon Azərsun Elə Arenada. bildim LeBron James'i deyirsən. Yox. 4 ildir də 1-1 desəm bitmişdi. uda 4 ildir də uda bilmir. Sonuncu elə qələbəsini də Samir Abbasovun Neftçisi. Amma burada bir şey də var ha. Uşaqlar siz bunu fikirləşmirsiniz. Nə idi o? Bolqar, Ahmed Ahmedov. Ahmed Ahmedov. Amma burada bir moment də var. Ola bilər ki, bunu bir plan kimi fikirləşiblər Neftçidə, Neftçinin oyunçuları ki, bax biz 4 ildir qələbə qazana bilmirik. İndi qazana bilərdik. Amma gəlin indi qazanmayaq. Gələn il 5 il yubiley olsun da yubiley qələbəni qazanaq. Yubiley illə. O da ola bilər. Möhtəşəm. Hə. Qələbə bir qırağı. Ardıcıl 5 oyundur, Qarabağın qapısına qol vura bilmir. Yəni bu başqa bir bu yalnız. Neftçinin gücsüzlüyündən danışmır. Bu Gücsüzlüyündən Qarabağ, yəni başqa səviyyədə. Deyirlər, futbolçular deyir, biz əlimizdən gələni eləyəcəyik, qələbə üçün meydana çıxıq. Mən inanmıram, yalan danışırlar. Neftçidə hamısı yalan danışır. Yox, Qarabağ imkan vermir axı nəsə eləsin Neftçi. Başa düşdüm, imkan vermir. Qarabağdan necə olur ki, bu mövsümdə Turan Tovuz, Araz Naxçıvan, yeri yerində digər komandalar... Yəqin daha çox istəyiblər. Neftçi bir xal belə qopara bilməyib hələ ki. Bilmirəm vallahi. Samir Abbasova da sual verirlər mətbuat konfransında ki, yəni bu nə ilə əlaqəlidir də? Yəni Neftçinin niyə Qarabağla oyunları alınmır və əgər Neftçi Qarabağı məğlub eləyə bilmirsə, Avrokuboklarda işi nədir? Nə gəzir? O da yaxşı bir cavab verib əslində ki, məntiqlə bu düzgün yanaşma deyil. Yəni Qarabağı uda bilmirəmsə, mən Avrokuboklara getməli deyiləm. Anlayışı kökündən yanlış bir şeydir. Amma bizim səhvlərimiz çoxdur. Yenə də bu səhvləri görürük, yenə də bu səhvlər üzərində çalışırıq. Mənə bir sizin nə maraqlıdır? Neftçi artıq elə bir formaya düşüb ki, elə bir halda, elə bir vəziyyətdə, elə bir acınacaqlı durumdadır ki, Qarabağla oyunlarda 0-1 yox, 0-2 məğlub durumda çıxır oyuna. Yəni ilk hissədəcə artıq bütün mübarizəni həll eləyir. Bütün məsələni həll eləyir Ağdam təmsilçisi. Necə ki bu oyunda oldu. 3-0 ilk yarıda. Qardaş, komanda ümumiyyətcə iki komanda bir-birindən oynayanda İsmail, yəni hər bir səndən potensialin üstün olan rəqiblə oynayırsansa və güclü olan komandanın məşqçisi məsələn oyunun başlanğıcından deyir ki, məsələn ilk 10-15 dəqiqədə məsələn belə bir komandaya bir dənə qol vurası olsaq, o birisi komanda məsələn çökəcək. Zəif komanda isə güclüyə qarşı məşqçi deyir ki, bilir ya bizdən güclüdürlər. İlk 10-15 dəqiqədə çalışaq, qolu buraxmayaq. Təzyiqlərə tabi. Təzyiqlərə Buraxsın da. Ondan sonra da Kayfavatlıq elə. Yox, yəni stres yoxdur üzərlərində də. həm də baxsaq ki, məsələn, doğrudan da o riyazi məsələlərlə hansı ki, Samir müəllim bir 200 tur bundan qabaq fikirləşirdilər, məsələn ki, falan kəs orada udacaq, biz buradan udacağıq rəqibləri. Yadındadır, riyazi məsələlərlə Hələ deyirdi, yəni bizim çempionatda da şansımız var. Şansımız var, amma özləri də indi anlayırlar, görürlər ki, yəni doğrudan da o şans yoxdur və bu oyunda da mən fikirləşirəm, deyirəm, yəni ki, bilirdilər ki, məğlub olacaq. Amma Neftçi də Qarabağa qarşı çıxıb oyunda elə məğlub durumda elə çıxıram, udacağam, onsuz da nətər gəldi çıxım. Elə təəssürat oyanır da, elə təəssürat yaranır. Qardaş, görsənir qıraqdan, amma futbolçu meydançaya çıxırsa, qardaş, orada cırışmağa çıxır, dalaşmağa. Neftçi ilə Qarabağın fərqi bilirsiniz nə idi bu son oyunda? Səni bilirsən nə gözləyir? Sən çıxırsan onun Astro ilə çıxırsan oynamağa Qarabağa qarşı. Sən 4 il tuta bilmirsən. 2 ildir qapısına bir dəfə yol tapmısan, bir dənə qol vurmağa və bu şeyləri hamısını anlayanda futbolçunun özü də çıxır ən azından gözündə o acıqla, o zloşla gözü yana ki, çıxıb nəsə eləyim. Sən o acığı, o əzmi görürsən Neftçi futbolçuların gözündə. Sən gözün parıldasın. Qardaşım, sən o acığı, o əzmi görürsən Neftçi futbolçuların gözündə. O qığılcımı görürsən, hə? Yox. Heç kim görmür. Bir dəqiqə mənə qulaq asın. Burasındadır ki, Neftçi görün nə vəziyyətə düşüb ki, artıq Qarabağla oyunlar onlar üçün formaldır. Yəni bilirlər ki, çıxıb udacaqlar. Yəni o qədər rahat çıxırlar ki, nə azarkeş düşünən var, nə bilim Neftçi fanatı düşünən var. Qardaşım, Neftçinin psixoloji durumu hal-hazırda elədir ki, heç kimi fikirləşməyə halları yoxdur, ancaq özlərini fikirləşirlər. Bir, ikincisi, bayaq demək istədiyim fərq nədədir? Mən sizə qısa bir hekayə danışım. Mənim keçmişimdən də biz KVN oynayanda, KVN deyəndə Parniz Bakudan söhbət getmir. Gənc komandamız var idi, Agni Baku. Biz də Rusiyada çıxış edirdik 1-ci liqada. Birinci oyunda düşdük Perim komandasına qarşı. Perim şəhərinin komandası. 2000-ci il idi. Yəni bilgi üçün deyim ki, 2002-ci ildə həmən Perim komandası
vışı, yüksək liqada ikinci yer tutdu. Yəni o dərəcədə güclü komandadır. O komandanın əsas oyunçuları da indiyə qədər siz Rusiya kanallarında görürsünüz. Yəni müxtəlif humoristik verilişlərdə. Sözüm nədədir? Biz çıxdıq bunlara qarşı. KVN-də bilirsiniz də 1 bal da utdum. Çox yaxşı şeydir, nəticədir. 4,8 bal qalib gəldik bunlara. 4,8 3 müsabiqəyə. Aha. Oyundan sonra biz sevinirik təbii ki, onların komandasının administratoru xanım idi, belə kök xanım idi. İndiyə kimi yadımdadır. Keçəndə dedi pozdravляю, təbrik eləyirəm. Biz də ondan qabaq zarafatlaşırdıq, yəni bir-birimizlə zarafatlaşırıq orada. Dedim çox sağ olun, çox sağ olun. Deyirəm amma üzrlü hesab eləyin də, yəni fərq belə böyük oldu. Dedi yo, tembol edir, biz bilirdik ki, siz qalib gələcəksiniz. Bu söz məni tutdu. Niyə görə? Çünki çox vaxt bizə iftira atırdılar ki, siz pulla udursunuz oyunları. Amma vallahi deyirəm, yəni o vaxt Parniz Bakuda da sponsorumuz belə yox idi. Öz pulumuza gedirdik. Çöndüm dedim, smысл edirəm, necə yəni şeydir, bilirdik. Bu da gördü mənim üzümü dəyişməyim. Dedi, Alik dedi, sizin komanda deyir, Qrimyorkadan çıxanda sizin gözünüzdəki parıltını gördük. Vallahi deyirəm, indiyə kimi yadımdadır. Deyir, bir-birimizə çönüb dedik ki, belə baxışla, belə parıltı ilə komanda uduzmur. Niyə? Çünki biz ora çıxanda bizim müəllimlərimiz, biz özümüz misal üçün biz oyun oynamağa çıxmırdıq. Qardaşım, KVN deyə yumor müsabiqəsidir. Biz şou göstərməyə deyil, rəqibi məhv eləməyə çıxırdıq biz. Bizim məqsədimiz rəqibi məhv eləmək idi. Təəssüflər olsun, Neftçidə o yoxdur hal-hazırda. Mən başa düşürəm Neftçinin oyunçularını. O qədər baskı altında hal-hazırda yaşayırlar demək olar. Sadəcə oynamaqdır. Çünki mən inanmıram küçədə kimsə onları görüb yaxınlaşıb şəkil çəkdirəndə desin ki, halaldır. Bəlkə küçədə görən də onlara deyir ki, bu nə biabırçılıqdır, niyə görə udursunuz? Çünki Neftçinin formasının adının, logotipi demirəm, dəyişiblər. Yəni köhnə logotipdən. Mənimki köhnə logotipdir. Amma Neftçinin adının ağırlığı var. Bu ağırlığa dözməlidir. Ağırlıq da uca qalmayıb da artıq. Yox, təəssüflər olsun, hələ ağırlıq qalıb. Sadəcə ağırlıq qalıb. Və sən Samirin intervyusunda bir dənə təzədən onu təkrar eləyə bilərsən, zəhmət olmasa. Nəyi? Dedin müsahibədə nə dedi oyundan sonra müsahibədə? Oyundan sonra təbii ki, deyib bizim futbolçularımız da çalışırlar, qələbə üçün meydana çıxırlar, amma yenə də bizim sistematik səhvlərimiz bizə mane olur. Bu səhvlər üzərində çalışmağa çalışırıq. Biz də bilirik vəziyyətimiz necədir, amma indiki vəziyyətdə bunu aradan qaldıra bilmirik, əfsuslar olsun ki, hər dəfə də eyni problemlə rastlaşırıq. Yəni şeydir, Samirə nə deyə bilərəm? Uğurlar. Samir Abbasov yaxşı məşqçidir. Samir Abbasovluq əslində burada bir şey yoxdur. Valla mənim Samir Abbasova da yazdım gəlir ki, özünü atıb odun altına. Mən mən Neftçi barəsində son sözümü deyirəm, son istəyirəm. sözü Bu günə lazım deyil. Neftçidə, gəlin belə eləyik, kim necə istəyir mənim başa düşsün. Neftçidə baş məşqçilik bir şey yoxdur. Baş məşqçilik də oradan bir şey. Yox, mən sözümü dən çatdırım. O söhbət Baş məşqçilik bir şey yoxdur. Oyunçularlıq bir şey yoxdur. Rəhbərliklik bir şey yoxdur. Bizdə idi. Yox. Azarkeşlik də bir şey yoxdur. Sadəcə mən bu qənaətə artıq gəldim. Bir-birinə uyğun gəlmir bu 4 amil. Bunu uyğunlaşdırsalar bir mexanizm kimi çox yaxşı gəlir. Çünki hər istiqamətə 4 istiqamətdə geridilər də. Rəhbərlik bir tərəfə, oyunçular bir tərəfə, məşqçi bir tərəfə, azarkeşlər bir tərəfə. Bunlar bir-birinə uyum sağlaya bilsələr, türklər demişkən, bir istiqamətdə irəlisələr, məncə Neftçini durdurmaq çox çətin olacaq. Amma hal-hazırda, yenə edirəm, mən baxıram oyunçulara, yəni deyim ki, oyunçular çox zəifdir. Oyunçular zəifdir Neftçidə. Dostum, biz sən nə etmək lazımdır ümumiyyətcə? Hansısa bir baş məşqçi gəlirsə komandaya və sən onu bilirsən hansı potensiala malikdir, hansı futbol
fəlsəfəsinə, biliyinə sahibdir. Nə cür oyun taktikası var, nə cür oyun üslubundan sən futbol oynadırsan və doğrudan da neçə il bundan qabaq əgər sənə çempionluq yaşadıbdısa Samir Abbasov, okey, düzgün qərardır. Gətirdik, qoyduq baş məşqçi. No söhbət ondan gedir ki, sən nəsə bundan tələb eləmək istəyirsənsə, nəsə Yaxşı da əlinə material verməlisən və yaxud şərait yaratmalısan və yaxud işinə mane olmamalısan. Başda mane olmurlar orada. Özü yazıq başını itirib bilmir komandanın bu tərəfə yönəltsin, o dalını yıxsın, qabağını yıxsın, orasını düzəltsin, media ilə danışsın, neynəsin. Özü də boynunu alır deyir ki, qardaş biz də bilirik ki, bizim vəziyyətimiz, durumumuz bu dəqiqə pisdir. Və bu əlində olan bu futbolçularla özü də çıxıb orada açıq şəkildə deyə bilmir ki, qardaş, mən eləyə bilmirəm, bu uşağa başa salıram ki, sən çıx burada meydançada bunu belə elə. Bunun başqa üstünlük şeyləri var, hansı ki, özünə görə plusları var. Amma bunun bu plusları mənim indi oynatmaq istədiyim futbolda komanda üçün minusdur. Mən istədiyim şeyi hansı ki istəyirəm, İsmail, sən dala qabağa qaçacaqsan, komanda şəklində müdafiə olunacaq, komanda şəklində atakaya gedəcək. Yəni, Napadayev gəlib, ştraflı oyun başında patkat eləyəcəksən, adbor eləyəcəksən. Bu məsələn bunu istəyir. O futbolçu onu eləyə bilmir, yerinə yetirə bilmir. Müdafiədə məsələn hər oyun şeydən qol buraxır, nə bilim, Kəpəzdən qol buraxır, Qarabağdan qol buraxır, Arazdan qol buraxır, oradan qol buraxır. Hər oyun belə baxanda başçısı qol buraxır. Özü də deyir də, boynunu alır, deyir ki, qardaş, bizim müdafiədə səhvlərimiz var. Nəyi demək istəyirəm? Sənin sözünə qüvvət, ay Alik. Məşqçi məsələn gəlirsə, bax indiki pis durumda gəlib də Samir müəllim, düzdür? Komandanın acınacaqlı vəziyyəti. Xilaskar kimi gəlib. Etdiyi dövrdə də ən pis vəziyyətdə gəlmiş. Söhbət indi ondan gedir ki, indi çempionatın sonuna qədər çalışırlar ki, bir dənə şansı hansı ki qalır. İndi Neftçi nəyə çalışır səncə? Çempionatda 4-cü yer şansı əldən çıxdı demiyorlar. Ümid qalıb Kuboka, evdə birinci oyunda uduzub. Ümid qalıb Kuboka, elə bax, süzə-süzə də danışıram. Ümid qalıb Kuboka, düzdür, çempionatda 4-cü yer əldən çıxdı. 4-cü yeri tutmaq mümkün olmayacaq. 6-cı yeri saxlasalar bayram biləsindən. 1-2 hesabı ilə. Bütün komanda inanır, məşqçisi, futbolçusu ki, hətta rəhbərliyi də ki, ən bədbin azarkeşlərində belə o inan var ki, Neftçi cavab oyununda udacaq. Heç olmasa mövsümü major notlarla bitirmək üçün və Avrokuboklara getmək üçün finala çıxacaq. Hətta deyilənə görə mediada yazılanlara inansaq, fanpage səhifələri paylaşır ki, əgər Neftçi sabahı adlasa, hər futbolçuya 10.000 mükafat vəd verilib rəhbərlik tərəfindən. Bu yaxşı mükafatdır əslində, yaxşı bir stimuldur. Bir tərəfdə biz bilmirik sabah futbolçularına nələr vəd verilib. Təsəvvür et, sabahı 20 dəqiqə. 20.000, bəlkə də bir qədər artıq. Qardaş, o futbolçunun haqqıdır. Udacaq, nə pul verəcəklər, yəni çıxıb əziyyət çəkəcək. Haqqı deyə, okey. qardaş, Neftçi futbolçularının bu dəqiqə puldan danışmağa haqqları yoxdur. Heç pulu fikirləşmirlər. Pulu düşünməyə haqları pulu fikirləsən, maaşın varsa sən bu pulu fikirləşmirsən. Maaşın normal maaşı var özdə. Bir dəqiqə Neftçi futbolçularının maaşlarını saymaq, kimisə maaşını saymaq fikrimiz yoxdur. Amma onların maaşına baxsaq, Azərbaycanda bəlkə də Qarabağdan sonra ikinci komandadır. Düzdürmü? Neçə ildir çıxış edirəm. Mən bir dəfə də pul söhbət eləməmişəm. Bax, konsertdən sonra çıxardıblar. 120 min veriblər, 180 min veriblər mənə. Yəni heç vaxt söhbətini eləməmişəm. Onu danışmırsan, konkret qəti danışmırsan. Heç demirsən. Yəni, onlar indiki təkrar ikinci oyunu kimi. Aprel 23. Bizə nə bilim. Oradan bir dənə şubamı verin də. Rəhbəri bizə nə qədər premiya söz verib. O premiya onsuz da zaten sən utdun, keçəcəksənsə o premiyanı sənə verəcəklər. O heç. Bir var normal premiya, mükafat. Normal mükafat. Gəl etiraf eləyək ki, adam başı bu dəqiqə hər futbolçu 10.000 manat çox ciddi məbləğdir. Mənə başqa şey maraqlandırır. Niyə görə bizim futbolda bu söhbət daima çıxır üzə? Niyə görə? Mən başqa çempionatlarda bəlkə mən fikir vermirəm, amma başqa çempionatlarda mənim yadıma gəlmir. Kimsə oyundan qabaq düşsün ki, bu millimizə də aiddir. Hamı bilir milli nə qədər pul alır. Türkiyədə də olur. O gün Türkiyədə vallahi mənim yadıma gəlmir. Onlar hələ nə addadı deyil, Çempionlar Liqasında prezidentləri hər futbolçu 250 min euro premiya paylaşır. Qardaşım, Çempionlar Ligi yox, başa düşürəm. Çıxır. Söhbətlər çıxır. O nə qədər məbləğ aldı, nə bilim nədir. Oyundan sonra kim nə məbləğ verirsə, kim istəyir apışır və sözümün canını tutmadınız. Mən onu demirəm. Mənim sözümün canını tutmadınız. Bu dəqiqə nə Neftçi futbolçularında o qığılcım, o istək, o Neftçi adına yaraşan davranış var. Rəhbərlikdə yalandan bu oyunda çıxın, udun 10 min, 15 min, 20 min pul verəcəm, elə rəhbərlik olmur. Bu əslində
Bildiniz nə öz ayağını vurmaqdır. Mən səni başa düşdüm, çox gözəl. Mən indi sizə bir söz deyim. Bax təsəvvür edin, əziz dostlar. İdarə eləmək olmur. Adam çıx falan oynayır, mən sənə bu qədər pul verəcəm. Adam stressdə olanda Neftçi artıq ardıcıl ikinci mövsümdür ki, Avrokuboklardan kənarda qalacaq. çox böyük ehtimal. Deməli adam stressdə olanda, bu içəridə nəsə depression deyirlər. O olanda adam narahatdır. İndi təsəvvür eləyin, Neftçinin oyunçuları hər oyun bu meydançaya çıxmamışdan əvvəl çox böyük ehtimal fikirlərinin böyük hissəsi hardadır? Mən oyundan sonra nə açıqlama verəcəyəm? Oyundan sonra yenə mənə diriyəcəklər. Jurnalistlər bir tərəfdən, azarkeş bir tərəfdən, dostanış bu tərəfdən. İndi bu 10.000 söhbəti var ha. 10.000 söhbəti var ha. İndi təsəvvür elə, bunlar çıxdılar, uduzdular sabaha. Bu sual verən, diriyənlərin əlinə bir dənə də kozurdu ki, 10.000 də sənə təklif elədilər, sən heç nə edə bilmədin. Yəni, məncə belə açıqlamalar düzgündür. Sənin premium varsa, şey eləməlisən, yəni, nədir onun? Yəni, gizli, sən bilməlisən, onun üçün biz. Mən, məsəl üçün, mənim komandam olsa, mən tutalım, klub prezidentiyəm. Mən premiyalarımı açıqlamazdım. Niyə görə? Qoy qıraqdan baxan desin ki, buna bax, uşaqlar kluba görə özünü cırırlar. Ən azından. Belə indi elə çıxır ki, Neftçi çıxsa, Neftçi qalib gəlsə, Neftçi qalib gəlsə, mən demirəm verməsinlər premiya, versinlər, amma Neftçi qalib gəlsə, inandırım, insanların 90% deyəcək ki, pula görə oynadılar da. Pul verməsəydilər çıxmayacaqlar. Yəni bu ucuzlaşdırırlar. Neftçi brendini ucuzlaşdırırlar. Mən də onu deyirəm də, Neftçinin adı bu dəqiqə çox belə ucuz məsələlərlə. Amma bu dəqiq bilgidir, yəni ofitsialdır, rəsmi. Dəqiq deyil. Təbii ki, dəqiq sən informasiyanı necə əldə edə bilərsən? Necə olur o? Klub çıxıb rəsmi şəkildə elan eləməyəcək ki, biz qalib gəlsə hər bir futbolçu 10.000 ümumiyyətlə futbol komandalarında. Ya onda şeydir, haqlarına girməyim. Mediaya sızan məlumatlar olur. Bu media sızan məlumatçı, yəni heç kimin haqqına girmək istəmirəm. Birdən hələ onlar ki, deməyiblər o sözü. Mən də burada üstlərinə gedirəm. Yox, deyiblərsə, ümumiyyətlə, misal üçün bu söhbət olanda da məncə bu tək Neftçiyə yox, bütün klublara aiddir. Daha yaxşı olardı ki, hələ adamların yanında bu informasiyanı, bilgini paylaşasınız ki, onlardan sızmasınlar. Onlar elə adamın yanında paylaşır ki, heç kimdən sızmasın. Prosta ortadan həmişə çıxır da nəsə o söhbətlər. Özdə bu premiya söhbəti də bilsən necədir? Lap hansı mərhələdən başlayırsansa, həmin o rəhbərlik, məsələn, sənə kubok məqsədi qoyur qabağına ki, biz kuboku qazanmalıyıq. Bu kubok oyunları da neçə oyundan ibarətdir? 6. Bizə 5 deyirsən bizdə. 5 ya 6. Fərqlidir komandalar üçün. Final mərhələsindən etibarən artıq ikili oyunlar var. 4də 1 final mərhələsi daxil olmaqla. Ümumi neçədən? Ümumi 8də 1 final mərhələsindən başlasa, orada birinci, ikinci mərhələ də var idi də. Birinci mərhələdə oynayırsan, birinci liqa komandaları. Amma komanda var, oynamır da. Oynayırsan 2 dənə oyun. Yəni Premyer Liqa komandaları 8də 1 finaldan mübarizəyə qoşulublar. Bir oyundan ibarət. Bir oyundan ibarət. 4də 1-dən, 8də 1. Amma komandalar var, 4də 1-dən başlayanlar da var. Onu demək istəyirəm. Nəyə gətirirəm? Yəni bu mərhələni Hədə 4-5 oyunluq şey atladıqca klub rəhbərliyi sənə premiya vəd edir. Və deyir ki, məsələn, sən 4də 1-i keçəndən sonra İsmail bütün komandaya məsələn 3000 manat premiya verəcəm. Keçirsən 2də 1-ə polfinala. Polfinala deyir ki, qardaş, sən bu məbləğ biraz artır. Qaldırıram, mən məsələn deyirəm, tutaq ki, 8000 verəcəm. Uşaqlar biləsiz, yəni oyundan qabaq bizim oyunun premiyası əgər mərhələni adlasaq o qədərdir. Həmi bir onsuz da maaşı alırsan, həmi bir tərəfdən belə motivirvat edirsən maddi tərəfdən, başa düşdün. Bunu da keçəndən sonra final mərhələyə çıxandan sonra finalda gəlir deyir ki, tutaq ki, uşaqlar çıxıb əgər çempion olsaq adam başa 15.000 pul verəcək. Yəni bu dəyişə belə mərhələ gedir. Sadəcə olaraq elə momentlər var ki, onu sən demiş, çıxır SMİ-də bu informasiya şeyində, yəni hardansa sızır ortalığa çıxır, o da bir nəsə bir tema çıxardır da ortalığa. Bunun özü əslində təzyiqdir futbolçulara komandaya. Mən də onu deyirəm də. Sən ən çox nə qədər premiya almışsan Ruslan? 15.000 aldın, əlində pulla gəlirsən, akazvacı sənin də padiyası sən ən çox nə qədər aldın? Ağzında maskalı gədələr gözləyir, gələn kimi dubinkan qoydu kəllənin ortada pul apar. Mən sən maskalı gədələrdən pis adamlar da var. Uzaq qohumlar var ha. Xəbər tutan kimi pul tapmısan. Krediti bağlamalıyam, oradan 3000 göndər. Hansı ki ama burada 90 dəqiqə uşaq meydansada özünü öldürür, cərir. Mən bir qohumum var. Orada heç biri demir, vay qadan qalım, ayağı zədələndi, nətər ayağın ağrıyırsan mı? Kim vecinə alır? Allah əli bilirlər ki, biz xəstələnmirik.
futbolistlər xəstələnmir. Şeydir, mən bir qohumum var. Bir dənə dərdi var. 6-7 bəlkə bir 10 ilin söhbəti. Uzaq qohum deyə. Aha. Bakıya da gec-gec gəlir. Bir dəfə nəsə söhbət zat qonaq deyib mən getmişdim deyəsən o tərəflərə. Mən deyəndə biz ailəmizdə nəsə söhbət düşdü. Söhbət düşmədi. Söhbət edirdi. Prosta söhbət edirdi. Uzaq qohumuq mənnəm nə? Dedim, nə çıxaq perikur eləyək həyətə. Cahil vaxtlarım idi, siqaret çəkirdim. Aha. Hə. İndi də çəkirəm. Şeydir. Nəysə çıxdıq bayıra, söhbət eləyir siqaret. Deyir, Əkbər, sən necədir, brat? Nəsə iş görməyə lazım deyə. Mən də nə qırmadım. Özünə salam deyirəm buradan yeri gəlmiş. Özü bildirsə kimdən gedirsən. Hər halda. İş görmək lazımdır. Deyirəm, hə, brat işləmək lazımdır. İki vəziyyətdə pul olsun. Elə deyir özüməm. Aha. Sən deyək. Neyniyək? Hə. Brat, sən mənə bir 300 min ver. Mən burada bir dənə deyir torpaq götürüm, ferma açam. Mən 300 min sözündən sonra o beynim söndü. 300 min Şey oldu. dirhəm, rupi, nə ilə deyirdi o? Bilmirəm. İçəridə partlama oldu mənə. Nəsə oldu? Eşitmirəm uca. Uğultu gəlir qulağıma. Yox, 300 min və özü belə elə. Sən deyək. Siqareti də belə tullayan kimi kamera oradan 300 manat çəkdi onu. Yox, 10 ilin söhbətidir. Özü rayonda. Yaxşı, olsun. Şeydir. Adnan o, Cüman sən xəstəsən. Ay yaxşı. Cüman 300 min nədir ola? Ələ ya. Sən də ağla, mən də ağlayım, çıxıb getdi. Küstü. Bayaqki şeyə Samir Abbasov demişdi ki, kim deyir ki, Qarabağı uda bilmirsə Avrokubokda nə işi var? Bu ifadə ilə tamamilə razı deyiləm. Niyə görə, əziz Samir qardaşım? Qarabağ bizim üçün göstəricidir. Qarabağ Avropada oyun göstərir. Bu il, yəni təəssüflər olsun, cəmi bir qələbəsi oldu. Bu da Glimplə. Halbuki yarım finala çıxdı. Limit də artıq yarım finaldadır. Bəli. Yəni elə belə döyülmüşlər. Yoxsa yəni başqa şey deyirəm. Yəni sən Qarabağa qalib gələ bilmirsənsə, yəni orada oynaya bilməyəcəksən. Bu qəbildən nə demək istəyirəm? Bəlkə daha doğru olardı ki, Avropaya, Qarabağa qalib gələ bilən klublar getsinlər. Misal üçün Turan Tovuz Qarabağı yenib, qalib gəlib. Deməli, Qarabağla burada oynayırsa, deməli Qarabağ səviyyəli klublarla oynaya bilir bu komanda. Yəni bu qəbildən də baxmaq lazımdır da. Yəni mən hal-hazırda azarkeş mövqeyindən deyirəm bunu. Yəni mən azarkeş kimi çox istəyərdim ki, baxmayaraq ki, mən Neftçi fanatıyam. Mənim təbii ki, ən böyük arzum odur ki, Neftçi yenidən öz yerinə qayıtsın, çempionluğa qayıtsın, Avrokuboklarda layiqincə təmsil eləsin ölkəmizi. Amma hal-hazırda mən istəyərdim ki, ora daha güclü komanda geçsin. Çünki bizə nə lazımdır Avropada? Xal, reyting. Reyting qalxdıqca klublarımızın sayı da artacaq. Yəni bunu fikirləşmək lazımdır. Mən indi deyim ki, kaş ki getsin, onda belə deyirsən ki, Neftçi bu dəqiqə güclü deyil, da düzdür? Onu mən deyirəm ancaq. Sən yox, sən də deyirsən, biz də deyirik ki, yəni biz istədiyimiz Neftçi deyil. Qarabağ Avropada oynayacaq gücdə deyil hal-hazırda. Sən Qarabağ qardaş neçə illərdir Avroliqanın qrup mərhələsində oynayır. Neçə illərdir şeyin bu birisinin adı nədir? Konfrans liqasında oynayır. Söhbət ondan gedir ki, sən Qarabağ uda bilmirsənsə, onda gedib orada nə edəcək? Qarabağı Avropada komandalar vardı ki, hansına ki Qarabağ qan utdurur. Hansı ki Neftçidən də baş güc, neçə baş udmaya bilərsən. Söhbət ondan gedir ki, qardaş, mən sənə bir dənə nə deyim? Mən qələbəsiz oyunlar seriyası gör nə qədərdir? 12-ci oyunda ardıcıl. Mən istəyərdim ki, Avropada misal üçün Turan Tovuz Avropada olmalıdır mənə görə. Çünki Qurban Berdiyev amili var orada. Qurban Berdiyev Avropanı görmüş şeydir. Neftçi də olmalıdır Avropada. Mən demirəm Neftçi olmasın. Amma futbolçuların çıxardacaqsan 18 nəfəri. Saxlayacaqsan 6 nəfər, 8 nəfər, gətirəcəksən çempionat bitəndən sonra Samir Abbasov qalacaq orada, deyəcəklər ki, Samir, sənə biz inanırıq. Sənin ölənlərdə qəni rəhmət olsun. Mən nə deyirəm? Onu deyirəm ki, Samir, hər mövsümün axırında deyilir ki, Neftçidə 4-5 nəfər kastyak olaraq qalmalıdır. Bu qışda gəlib. Bütün komanda göndərilməlidir. Bu qışda gəlib ora. Nəysə 2 dənə kişi olur, qulaq as. Nəsə elə bir gəlirlər ki, Kürdəmirdən avtobusdan düşürlər alıb. Reski tualetləri tutur ikisində. Nəsə girirlər tualetə. Böyük, kiçik. Balaca. Balaca nəsə girirlər o bağlanan yerlər ozan etdi. Nəsə dururlar yan-bayan birənsinə. Nəsə işlərini görürlər. Birdən bu böyürdə belə dayanan belə sağa belə baxır, belə bax.
Səndə mi imişlidən sənə? Bursi biri belə sonra buna baxıb bax. Hə, qardaş, nə olub ki? Deyirə, səndə mi dəllək Mikail kəsib hə? Belə deyən kimi qadir bax. Hə, sən oradan bildin. Deyən kimi qadir bax. Əbbay onun başı batsın. Həmişə əyri kəsir. Bayaqdan ayağıma. Burada bir sual yaranır. Mən də elə sual Qulaq as. vermək istəyirdim. Yox, hep bunu O bizim mövzuya- kəsiblərsə, yox, ayrı bunu da həmən o dəllək kəsibsə, bu niyə görə onun üstə? Birisi də onun tərəfindən soruşur da, prosto bu onu eşitmir. Şey növbəti oyunlara. Ha, bir dəqiqə deyən fikrimi tamamlayım sonra. Yalan. Hocam deyilənlərə görə Benziyə qalacaq. Qarabağda xoşbəxt olduğunu dilə gətirib. Kevin Medina oynamır neçə oyunda, ehtiyatda qalır. Razılaşmır nəsə. Hə, Qurban Qurbanov güya ki onun oyunundan narazıdır, amma bildirib ki, yox, hazırda Ondan sonra Matias zədədən Silva sonra özünü yaxşı tərəfdən göstərir deyə mən onu yoxlayıram. Kevin Medina şeydi ya. Amma Medina da növbəti Onun oyunlarda iştirak edəcək. Müdafiədə Kevin Medina'nın Emin Mahmudovun 250-ci oyunu oldu. Emin Təbriklər, Mahmudovun Emin, 250-ci oyunu oldu. Amma əlbəttə ki, bu yubiley qarşılaşması da Neftçi kapitanına bir şey vermədi. Həmçinin bu mövsümün 3-cü ən çox azarkeşi olan qarşılaşma idi. Tofiq Bəhrəmov adına Respublika stadionunda yaxşı bir Bu əslində çox yaxşı idi. 7200 Bəli, bəli. tamaşaçı. 7000 Hətta nəfər. oyundan öncə Qarabağ tərəfi azarkeşlərə xüsusi aparat vasitəsilə formalar paylayırdılar. Yəqin ki, görmüsünüz. Bəli, bəli. Fikir Çox verirsiniz. maraqlı aktivitedir. Bax belə, yəni Mən də daima bunu deyirəm ki, yəni bunu eləmək lazımdır mənim ki, heç azarkeş bir gəlsin. ümidim yoxdur yaxın gələcəklə bağlı. Təki düzəlsin, komanda dirçəlsin. Çünki azarkeşlər də bezib. Hər məğlub postdan sonra o qədər rüsvaçı, biabırçı, yəni azarkeşlərin halına acıyaraq deyirəm bunu. Neftçi fanatları beziblər artıq. O qədər söyüş, o qədər təhqir, o qədər tükürpədici ifadələrdən istifadə edirlər ki, nə bilim valla. Yəni onu əgər Neftçi futbolçuları və Neftçi rəhbərliyi oxuyursa, biraz da olsa utanç hissi keçirən varsa, başqa heç nə demək istəmirəm. Yəni Ya da kommentləri söndürün. Tura baxışı izləyirsiniz. IQ Sportsun media dəstəyi və Xırdalan 00-ın sponsorluğu ilə Tura baxış efirdədir. Yeni sponsorumuz xeyirli uğurlu olsun bir daha tərkibində. Xeyirli uğurlu və dadlı. 0,0001% belə olsun alkoqol, yəni spirt yoxdur. Tam rahat şəkildə spirtli içki qəbul eləməyənlər bu pivədən, bu məhsuldan yararlana bilərlər. Necə ki biz hazırda veriliş gedə-gedə bunun dadına baxırıq və bundan bəhrələnirik. Necədir Rusi? Amma hələ ki gətirməmsən ha məzələri. Məzələri mən dedim də, səhər dedi, səhər Məzələrin sənə krevetka olur. Çox. O gün çox içmişdi. 4 butulka Xırdalan 00 içmişdi, ağzına gələni danışırdı. Hə yox, ağzına gələn sabahsın ya da içsəm, axşam zəng eləyib deyirəm bə krevetka söz verim. Mən açam. Mən qələt eləyəm belə şey deyirəm. Sabah olmaz. Kimə deyirsən? Sənə deyirəm. Sabah Səbail maçı. Sən mənə bir çat. Çox maraqlı, Ya çat demişək, gəl bir dənə WhatsApp çatı açaq səninlə. Sənə demirəm, onu deyirəm. Öz aramızda danışaq, imkan vermir danışmaq. Sən mənə çox sualsın. Niyə beləsən? Amma çoxdan da səndən sual Ay müəllimə, onlar bir dənə mən deyim. Ay müəllimə, o anekdot yadıma düşdü. Uzaq qohumdan. Bəli, nə qədər lazımdır? Yo, uzaq qohum yaxşıdır, yoxsa yaxın qonşu? Sualı mən sənə çoxdan vermək istəyirdim. Brad, yaxşı oğlan yaxşıdır, yaxşı adam olsun. Qohum, qonşu fərq eləmir. Ay sən məncə nə qohum qonşu? Adam var ki, qohumdur, amma sənə əsl dostdur. Amma dost var ki, qohumdan da yaxındır. Görsən necə qərizlidim. Beynim yandı ya. Keçdi işləyə. Sabah Səbail qarşılaşmasında. Sərin bir şey. Səbail 2 dəfə oyunun gedişatında hesabda önə keçsə də, qələbəyə yaxın olsa da, sabahdan mükəmməl geri dönüş, comeback. Səbailin momentləri də var idi ya. Çox möhtəşəm oyun idi. Həqiqətən də gözəl oyun idi. Yəni hətta Sabah qələbə qolunu 90+3-cü dəqiqədə vurdu. Mətbuat konfransında təbii ki, nəticədən razı qaldığını vurğuladı Rusiyalı mütəxəssis. Eyni zamanda hər oyunda 2-3, 2-3, ən azı 2 top buraxdıqlarını vurğulayır ki, müdafiədə ciddi problemlər var Sabah komandasında. Hətta deyilənə görə əgər kubokda Neftçini keçməsələr belə, Avrokuboklara düşməsələr belə, Maqsud Adıgözəlovun fikrincə
Onun sözlərinə görə Berezutski qalacaq komandada. Növbəti mövsümdədir. Yəni güvən, inam var bu mütəxəssisə. Ümumiyyətcə belə oyunlar olanda çempionatda bundan qabaqki turlarda da yadındadır İsmail. Hansı ki bol qollu keçirdi oyunlar. Orada da comebacklər hansı ki 12 dənə oyunda comeback oldu. Elə bundan əvvəlki Elə turda. bu oyunun özündə də. Yəni Neftçinin oyunu. Şeyə gələndə baş məşqçi Berezutski vurğulayır ki, hər oyun məsələn bir dənə, iki dənə qollar buraxırlar, müdafiədə ilə səhvlər eləyirlər. Tək o komanda deyil də, Sabah deyil. Çempionatda tək düş komandalar var ki, hansı ki doğrudan çempionat boyu qapısını az bir düzdür, təhlükəli vəziyyətlər, müdafiə planında Rəqibə az qol şansı verir də. Araz Naxçıvan 3 dənə buraxdı, 5 dənə buraxdı, nə bilməsə beləsin odur. Yəni elə Araz Zirə Qarabağda ən az qol müdafiədə buraxanlar. hansı ki doğrudan da çalışırlar səhvləri minimuma yetirərlər. Etibarlı. Komanda şəkildə bunu eləyə bilirlərsə, bunu tək-tük komandalar var. 200 dənə komanda var. Amma çempionatın başlanğıcından yadındadırsa İsmail heç şey də gəlməmiş, Berezutski gəlməmiş. Ondan qabaq da ilk 5-6 turunda Sabahın 2 futbolçusu Mikkelsen Sekidika, hansı ki Bombardilər yarışında sırasında o da vurur, hərəsinə 6 qol, 7 qol. Yəni hücum planında komandada heç bir problemlər yoxdur. Hansı ki futbolçular var ki, doğrudan O müdafiədə doğrudan da ciddi problemlər çıxıb var. məsələn nəyəsə konfet eləyə bilir də, başa düşdün? Şou göstərib, nəsə bir nəfər, 2 nəfər alladıb doğrudan da. Yəni yeni baxmayaraq qapıçının ki, transferi belə xeyirli olmadı da. Ötən mövsümdə yenə Yusif İmanov dururdu qapıda. Yusif dururdu. Yusif İndi indi bizim Katilov Azərbaycanımız da, gəlir, o da bir Qazaxıstanlı kiper, amma o da. amma yenə də yəni o moment qapıçıya baxmır. Elə moment var ki, ya qapıçı doğrudan da məsələn kömək eləməlidir. Elə moment də var ki, o bundan qabaq Sabah oynayırdı şeylə, Tovuzla, Tovuz Kibrudan da səfərdə. Bəli. Qapıçı Qurban Berdiyevin cəzalandığı belə oyun. çıxdı başında alınan vurdu. Belə interesli belə PlayStation qoluna oxşuyurdu. Baxanda yəni ki, hansı ki qapıçı Uşaq gətirsən, səhvi. qapıçı çıxıb sənə komandaya kömək eləməlidir və komandaya güvən gətirməlidir. Sən güvənib komanda qapısını gətirirsən və qapıçı hardasa özündən o öz potensialından da aşağı səviyyədə çıxış eləyəndə o komandanın oyunçularına da mənfi təsir göstərir. Sən hesabda irəlidə Təkcə qapıçı sevgilərinə görə seçilmir, fərqlənmir. Sənin müdafiə ilə anlaşman, onları idarə eləmək. Keçən səfər verilişdə də danışdıq. Kamran necə idi? Oynayanda klubda da, millidə də elə 90 dəqiqə dayanmırdı, danışırdı. Onu orada deyirdi, buradan hücumçuya belə qışqırırdı oradan ki, ay nə bilim, düz yer açın. Lankaz, nə bilim, kim Oktay Daraloğlu ilə bir yerdə o vaxt o elə oynayanda elə də ki, Oktaya deyirdi ki, Oktay sağını bağla, soldan gəlir, nə bilim, nə. Yəni daha ona danışmalı da, qapıçı daim danışmalı. Biz bilmirik, danışmır. Söhbət ondan gedir ki, doğrudan da özlərində həmin o güc, o inam son dəqiqələrdə ki, komanda baxırsan atak edir, atak. O moment girmir. O içərdən o futbolçunun içindən o gələn o kütüyo var da, hiss var ki, deyirsən bax yox bir dənə deyir. Elvin Məmmədovun da sözündə həqiqət var ki, son saniyələrdə, dəqiqələrdə bizim büdrəməyimiz, toplar buraxmağımız yorğunluqla əlaqəli idi. Artıq komanda gücü tükənmişdi. Çünki nə Elvin Məmmədova, nə Sabah ilə bu oyuna görə heç kim bir söz deyə bilməz. Çox gözəl, möhtəşəm oyun oynadı Sabah komanda. Sadəcə olaraq olur da 90 əlində olan material bunu bacarır da günü bu gün. Başqa nə etsin? Əlində olan materialla 100-ün üzərində 200-lük oyun göstərdi Sabah. Bəli. Yəni söhbət materialdan getmir. Üzr istəyirəm, yəni material deyəndə indiki vəziyyəti nəzərə alsaq, bu vəziyyətə görə 100-ün üstündə 200-lük oynadılar. Özləri oyunçular zəifdir. Xal kəpəzdən daldadılar. Ən azından Perviliqaya düşəcəyik, nə bilim belə elə o oyuna çıxanda sənin beynində elənsin. Əslində Kəpəz bu keçən tur garantiləyə bilərdi, yəni bu şeyə qalmağı. Amma elə oldu ki, Premyer Liqada şeydir, Şamaxı garantiya elə. Obşi oyun baxımından da belə danışsaq, doğrudan da yəni maraqlı oyun oldu. Çox maraqlı. Beləsinə bol qollu da olanda intriqa da çox olur. O vurur, o rəqib komanda vurdu. Deyirsən ev komandası indi vuracaq, orada vuracaq. Bərabərləşdirir, bu oyuna keçir. Yəni hansı ki elə bil İngiltərə Premyer Liqasına baxırsan və yaxud da İspaniyanın La Liqasına baxırsan, Real uduzur, təzədən vurur, təzədən geri düşür, təzədən vurur. Hardasa oradakı futbol daha sürətlidir.
Oradakı kameralar daha başqa cürdür, bizə başqa cür gəlir. Onu gözümüzün demək qabağına. istəyirdim ki, Amma bu da eyni şey elə bil həmin bu da Azərbaycan variantındadır. bax mən sizə Amma bir maraqlıdır. söz deyim, əziz dostlar. Yəni hər halda mənimlə razılaşarsınız. Ruslan 100% görüb bunu. Mən demək istədim ki, yaxşı oyunçusan Ha, sən. yaxşı. Razılaşarsan. Razılaşıram mən. Yəni baxın da, belə alınıb ki, mənim həyatımda mən bir çox xarici ölkələrdə oyunlara getmişəm. Ha. Futbola baxmışam. Bax, inandırım sizə, ora gedib canlı baxırsan, deyirsən, bu nədir? O ab-havanı, atmosferi yaradan azarkeşlərdir. Azarkeş. Stadionun quruluşudur. Bəli. O şey ki, bizdə ona heç fikir vermirlər. Bizdə real, yəni bəlkə yeni tikilən stadionlarda fikir verəcəklər. Bizim stadionları elə tikirlər ki, hələ bir çəkiliş olmayacaq ümumiyyətlə. Həm də elə olur ki, sənin Deyir- sözünə qüvvət Alik. Deyir, davam eləyərəm mən. Bu allergiklər, fanatlar elə bilməsə komandanı səsləyəndə məsələn başqa komanda klublarda, xarici oyunçu şeylərdə də, stadionlarda onun o şeyini, exosunu ya da səs şeylərini elə düzəldirlər ki, Akustika, burada məsələn əlbəttə. hey, məsələn Dinamo, Zagreb. Biz Zagrebdə orada Qardaşım, bax Neftçidən. 11-ci ildə Mən baxırdın ki, o bunlar nə danışır? Bizdə burada nə bir deyirsən ki, məsələn Nefti məsələn nə bilim 11-ci ildə səs havaya getdi, eşidilmir. 11-ci ildə Neftçi Arenada azarkeşlər tərəfindən. 11-ci ildə okeydir. Yəni demə 11-ci 11-ci ildə indiki kimi yadındadır. 2011. Avroviziya, yox, 1911-də yadıma salıram. Şeydir, Avroviziya qalib gəldi ya bizə. Eldar və Nigar Camalla. Niki. O ərəfələrdə mən İstanbulda idim. Bowling üzrə turnir idi. Ora getmişdim. Aha. Və belə demək olar o həmin o Avroviziyadan 2 gün sonra Qalatasarayın oyunu var idi. Yəni olmamsa Kayseri Sporla. Qalatasarayda da o Hacı idi, məşqçi. Milan Barışın vaxtları idi. Milan Barış oynayırdı. Məşqçi ola bilər Hacı da idi, bəlkə o bir oyun dedi. Amma Milan Barışın oynadığı şeydə həmin sezonda yəni baxa bilərsiniz. Qalatasarayın yetim vaxtları idi. Məncə mənim ağlıma gələn, yadıma düşən ən bərbad sezonunu keçirdi Galatasaray. Keçən şəpildədirdi bunlar. Gələn hər qəzet şeyləri başlıqları bizə nə idi? 35 il sonra Galatasaray Samsun'a yenildi. 70 il ərzində ilk dəfədə Galatasaray Anadoluda bir qol vura bilmədi. Yəni bu belə bədbaxt vəziyyətlər idi. Nəysə, dostumla səhər tezdən oteldən çıxanda dedim axşam gedək futbola. Gedək. Mən də mütəmadi olaraq gedirdim. Nəysə çatdıq stadiona. Kimlə oynayırdın? Kayseri. Deyəsən Kayseri idi. Ola bilər başqa komanda, yadımda deyil. Bax onun şeydi, 3-0, 3 dənə qol vurdu. Sonuncu Milan Barış 11 metrədən. Stadiona yaxınlaşırıq. Uje şey idi, Türk Telekom idi. Ali Samiyan yox idi o vaxtı. Türk Telekom idi o vaxtda. İndi Rams Park Arena. Stadiona yaxınlaşırıq və bu proxod var ha, stadiona girmək üçün. Oradan səs eşidirəm. Ultraslanın. Gəlir artıq. Dalğa gəlir. O cim bom bom. Ya bunlar oxuyurlar. Biz çatana qədər 1 saniyə belə dayanmır. Oynanın 1 saat var. 1 saat var. Səs dedim valla bu dedi bu nə səsdir? Birinci dəfə də futbola getdim amma burası stadiondur qardaşım. Burası Ali Samiyan şeydir. Türk oldum rəski. Yəni dedim 53 minlik Dostum stadion. birinci dəfə də gedirdi. Birinci dəfə futbola gedir. Sözümün can tamam başqadır ya. Dedi. Qalatasarayın yetim vaxtlarıdır ya, bərbad oynadığı vaxtlardır. Adına da onun. O dedim ha 51 stadionda neçə nəfər var? 30 min dedim. Ondan 30 min, 53 min deyirəm. Amma qardaş burada. Yəni stadion fulldur. Fikrin Azərbaycana getməsin. 100 nəfər, 80 nəfər adam gəlir oraya. 2011-də Azərbaycanda normal Nəysə, stadiona girdik. O O atmosfer var ha, baxırsan. Bütün stadion sarı qırmızı deyək gala yoxdur. Yoxdur. Murat, 5-6 min nəfər adam oturublar. küsüblər də. Ümumən küsüblər də. Pis vəziyyətdə, sözümün canı. Qalatasaray pis vəziyyətdə oyuna 1 saat qalıb. Sənin sözünə gətirirəm. Stadionun akustikası elədir ki, bu 5000 nəfər oxuyur ha. Elə bir Bütün stadionun səsi çıxır. Yəni o atmosferi yaşayırsan. Bizdə misal üçün bax Turan Tovuzun oyunlarına baxıram. Hər şey yaxşıdır. Azarkeş gəlir. Elə bir sən Avrokubok görürsən. Amma hələ bilirsiniz necədir? Hələ belə restoranda toydan çıxıb palatka toyuna getmisən.
Yəni o tribunaların düzülüşü, yəni Neujeli onu heç olmasa bir yumru formada. Elə keçək Turan Tovuza, Araz Naxçıvan Turan Tovuz qarşılaşmasına. Onun elə standart hamıda quruluş. Neyinirsən sən? Onu göstərirəm. Ya. Bax Sumqayıtın stadionu, bax futbolun stadionudur. Kəpəzin stadionu inanıram ki, yaxşı olacaq. Neftçi Arenanın, vəbşə ümumiyyətlə Azərbaycanın ən bomba 2 dənə futbol stadionu var. Neftçi Arena, bir də ASK-dır da, indi də Şəfa, keçmiş Şəfa. Yeri gəlmişkən Ask Arena, yeri gəlmişkən o keçən verilişlərimizin birində danışırdıq Barcelona futbol məktəbi ya. Orayla dəqiqləşdi və orada olacaq. Verəcəklər. Elif oradan dağlardı da. Səsi də odur ya. Xırdalan 00-ın sponsorluğu ilə IQ Sportsun media layihəsi olan Tura Baxış davam edir dostlar. Mənə da süs, mənə da süs. Hə də Yox, Xırdalan ancaq Yarı bu yanır, sponsorudur. Kimin sponsorudur? Çox pis ofisiant deyə bu. Heç Ancaq baxmır. özünə süzür. Stollara bax. Biz özümüzsüz. Siz qarşısınız. Nəysən Alik? Zeyr oldusa qardaş, onu kim istəyir içə bilər. Super. Konkret. Hə, keçək növbəti oyuna. Araz Naxçıvan Turan Tovuz qarşılaşması. 1-1 hesabı qeydə alındı. Tərəflər hərəyə həm bir qol, həm də bir xalla kifayətləndilər. Faiq Hacıyevin qoluna Yosip Paro fasilədən sonra cavab verdi. Araz Naxçıvan 78-ci dəqiqədə meydanda azlıqda qalsa da bu hesabı qoruyub saxlaya bildi. Qurban Berdiyevə AFFA tərəfindən, Nizam-İntizam Komitəsi tərəfindən çox ağır bir qərar verilib. Bu baxımdan Turan Tovuz tərəfi AFFA-ya şikayət etsə də yekun qərar dəyişilməz olaraq qaldı. Turan Tovuz sabah oyununun 19-cu dəqiqəsində Qurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı və İntizam Komitəsinin qərarına əsasən Qurban Berdiyev 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Klub isə 4000 manat məbləğində cərimə olunub və təbii ki, bu müddət ərzində mətbuat konferansında da, texniki zonada da bizim hamımızın çox gözəl tanıdığımız Azərbaycan futbolunun əfsanələrindən Yunus Hüseynov olacaq. Necə ki, bu oyunda da iştirak elədi. Əslində komandasının pis təsir bağışlamadığını bildirdi. Hətta 2 xal itirdiklərini vurğuladı. İndi sən təbii ki, oyunu dəyərləndirəcəksən, deyəcəksən. Eyni zamanda təbii Araz Naxçıvanın da epizodları bol oldu. Bəli. Elmar Baxşiyev hətta qırmızı vərəqə məsələsinə toxunub. O bildirir ki, çox bəsit vərəqə idi. Verməyə bilərdi. Verməyə düşünür ki, Elmar Baxşiyev ikinci sarı vərəqəni. Amma düşünürəm ki, yekunda elə ən ədalətli nəticə ilə 1-1 idi. Tərəflər bununla da razılaşdılar. Və Turan Tovuz adına daha bir şad xəbər isə ondan ibarətdir ki, bugün, yəni aprelin 21-i, biz bugün verilişi çəkirik. Bugün günorta saatlarında Kürdaxanıda yerləşən Turan Tovuzun yeni bazası istifadəyə veriləcək açılış mərasimi olacaq daha doğrusu. Gözəl. Təbii otörtüklü meydanları var, hər cür şəraiti var. Çoxdan idi ki, bunun tikintisinə başlanılmışdı. Tarixi bir andı. Nə qədər vaxt idi başlanıb tikilişi? Biz qışdan danışırıq, hatırlayırsan? Qurban Berdiyev Qışdan danışırıq, bəli. Qışdan 5 hektardan böyük olan Kürdaxanı layihəsi. İki təbii örtüklü meydanlar. Test tikilər. Belə göstərilməsə belə, yəni hər dəfə məlumatlarım olmalı, bilmirdikdən. Bu yaxınlarda Qurban Berdiyev özü də iştirak eləmişdi. Amma bu yaxın bir müddət... Görsən, belə xəbərlər necə sevindirir bizi? Əlbəttə. Qurban Berdiyev ümumiyyətlə Azərbaycan futboluna gəlməyinə görə mən sevinirəm. Yeri gəlmişkən sonra. Yeri gəlmişkən Qurban Berdiyevə buradan salamlar, hörmətlə, dərin hörmətlə və Allah qapısını açıq eləsin. Allah qapısını açsın. Uslovnudur da. 2 oyun şərti olmaqla 5 oyun. 3 şərti, yəni inşallah elə 2 oyundan sonra ağır cəzadır onun üçün. Əvvəlsində verməmək olardı, yəni 5. Amma nəysə. Turan yaxşı oynayır, Araz yaxşı oynayır. Bax, şəxsən mənim aləmimdə Arazla Turan kimi komandalar oynayanda mən qalıram, yəni kimə balet eləyim? Niyə görə? Çünki çox istəyirəm ki, Araz Avrokuboklara getsin, çox istəyirəm ki, Turan Avrokuboklara getsin. Amma yəni belə momentdə özün-özünə deyirsən ki, kaş ki heç olaydı. Yəni heç kim itirməsin də. Amma əslində ikisi də 2 xal itirir. Bəli. Düzdür, Araz 3-cü yerdədir və Turan Tovuzla xal fərqi 5-ə bərabərdir.
Amma hələ şans var da mövsümün sonuna qədər. Sezon sonuna qədər Araz Naxçıvan çalışır ki, elə sükanı beləsinə saxlasın. Rəqiblə hansı ki, aşağıdan addım-ba-addım izləyən Tovuz komandası. Yəni baxırsan ki, hər oyundan oyuna yəni doğrudan da şansları olduğu üçün addım-ba-addım izləyir. Ona görə Araz Naxçıvan da yəni belə oyunlarda hansı ki, sən rəqib səndən arxada olan komanda, 4-cü yerdə olan evdə oynayırsan, çalışırsan ki, məğlub edəsən. Amma rəqibi analiz eləyəndə, baxanda görürsən ki, doğrudan da rəqib çox təhlükəli rəqibdir və öz oyun üslubu var hansı ki, Qurban müəllimin və o komandasını oynatmağa çalışır. Doğrudan da çətin oyun idi. Araz Naxçıvanın da qol momentləri var idi. Elə birincidən hesabda geriyə düşdülər, sonra hesabı bərabərləşdirəndən sonra, ondan sonra yenə də qırmızı vərəqə alandan sonra komanda Tam bərabər səviyyəli oyun gedirdi. yəni Tam bərabər. orada o ikinci Sən istər statistik göstəricilərə də baxanda görürsən ki, bərabər səviyyəli oyun oldu. İkinci qol da kim hansı Araz Naxçıvan məsələn 10 nəfərlə daşı belə qalsa, əgər qol 10 nəfərlə 5 dəqiqə oynadılar da. Yox, 5 dəqiqə. Yox, 78. 78-ci dəqiqədə alıb. 12 dəqiqə belə var elə oyuna da 5 dəqiqədir, 4 dəqiqə. Ən az 5 dəqiqə mən 5 dəqiqənin şey dedim də, yəni məcazi mənada 5-10 dəqiqə vaxt. da, ay Ali. Orada sən qırmızı ilə fərq eləmir ki, qırmızı ilə sən 10 dəqiqə də oynaya bilərsən. O vaxt biz yarışa getmişdik. Şey ilə oynayırdıq. Nəysə Sözümü şeylədi, deyir, mən də sözümü deyəcəm. Biz götürüb zaman eləyib deyib ki, bəs birinci time'dan sonra ki, sən çıxacaqsan, o birisi də filan kəs də onun yerinə girəcəkdir. Bu kimə ki çıxacaq elə bil ona demək yadından çıxıb da başa düşdü. Sən gözləyir. Planında fikirləşir, bunu dəyişəcəm, onu buraxacam. Nəsə içəridə başlayıb danışmağa ki, sən belə uşaqlar oynayırıq, narahat olmayın. Sən ortadan gir, ortanı bağla, nə bir keçdin, prostil eləsə, sonra da çıxanda görməsin ki, onu deyən hazırlaşın, sırası çıxır. Başlayan kimi biz çıxmışıq, top oturuq, oy otoko, bom. Nə görürsün demək bax. Sən ağarsın. 12 nəfər oynayır. Oyuncu çıxmıyor, bu Oyuncu çıxmıyor, bu bizə yadından çıxdı. Turnir idi. Texniki məğlubiyyət. Nəysə. Nəysə deyil. Elə şey olur, yoldaşlıq görürsən. Mütəmadi olaraq. Mən bunu oturmaq istəmirəm efirdə. Bəzi tamaşaçılar, yəni məni üzrlü hesab eləyən. Mən bu futbolçu dediyimiz qardaşla bir studiyanı paylaşmaq istəmirəm. Odur. Davam edirik, hörmətli tamaşaçılar. IQ Sportsun media layihəsi və Xırdalan 00-ın sponsorluğu ilə tura baxırsınız. Xırdalandan içirik, söhbətləri xırdalayırıq. Xırda. Xudu. Söhbətlərimizi davam edirik. Azərbaycanda, ümumiyyətlə, nəinki Azərbaycanda, dünyada bəlkə də tək-tük pivə məhsullarındandır ki, 0.00 adı ilə buraxılan məhsulun tərkibində cüzi də olsa spirt yoxdur, alkoqol yoxdur və biz də rahat şəkildə bəhrələnirik. Xeyirli uğurlu olsun komandamız üçün. Başqa sponsorları da gözləyirik. Kim bilir, bəlkə də pivə ilə içmək üçün nə lazımdırsa, hansı məzələr, məhsullar lazımdırsa, onlar da sponsorluq edə bilərlər bizə. Təzə versən, tumlar, çipsilər. Olanlar çıxacaq ortalığa. Bəlkə də yeganə Pendir. Respublikayıq ki, pivə ilə bu boyda məzələrimiz var. Doğrudan dünyanın heç bir yerində. Məsələn, gedirik də, biz indi harasız bora gedirdik. Maksimum çipsi ola bilər, bir də fistəşka da. Orada da məsələn, adi pivə məsələn olur. Bizdəki pivə məzələri dünyanın heç yerində yoxdur. Heç yerində yoxdur. Noxud yəni bir dənə Azərbaycandadır da. Özdə adisi qızardılmışı, Bərəyə kimi qızardılır ya. Bildiyin yiyib içirsən pivə ilə. Özdə gəlib oturanda uşaqlarla bir dənə görsən naparniklər olur, kimsə gələnlər oturur. Yox, qaqaş, mən içmirəm, mən elə yüngül açışım şeylə zaddan. Elə ən pazları da olardı da. Mən kimi ağzını yumamırsan, basırlar. Özdə ağız gəlir. Onu da elə bir gətirirlər atışdırmağa da bir dənə gidir. Məsələn, biraz çöplə. Bu oruclayıram. Qaqaş, xörək qaşığı da, xörək qaşığı var. Noxudu belə qaşıqla. Ay, nə olub? Bunu bir qabıqla hara basırsan apendisi. Or bağırsaq dağılacaq heç. Bunun qabığını çıxart da oradan. Nə olub hə? Bostandı mı? Hara basırsan? Ha, haraya doldurursan? Kim deyir onu? Şu var idi, bir dənə
Nəsə müsahibə verir, danışır ki, nəsə. Bəli, Azərbaycan dövlət nəsə smetasının şeyinə görə oradan aqrar nə bilim nə texnikalarla belə baxır görür ki, oradan qaqaş çoban malqaran hansı əkin yerinə şey deyir. Doldurdu malqaranları deyir. Ay haraya doldurursan. Baxmamısan. Gedirsən sən kostyumda qovur çıxır. Hara basırsan, hə? Nə oldu? Bostandı mı? Davam eləyək. Eləyək. 2 oyunumuz qaldı. Deməli, təbii ki, outsiderlərin mübarizəsi də böyük maraqla gözlənilirdi. Söhbət Şamaxı Kəpəz maçından gedir. Çox dramatik, maraqlı qarşılaşma. Qarşılıqlı qolların olduğu görüş. Qırmızı vərəqə, amma bu qırmızı vərəqə belə Şamaxıya mane olmadı qalib gəlməyə. Msanga və Konate'nin qolları, Paçunun təsəlli qolu və Michael Tikke'nin qırmızı vərəqə alması, ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alması oyunda ən yadda qalan vəziyyətlərdən idi. Bağırov mətbuat konferansında bildirir ki, yaxşı oynadıq, yaxşı çıxış elədik, amma buraxdığımız səhvləri də təbii ki görürük. Eyni zamanda məyus olmağa vaxtımız da yoxdur. Yəni qarşıdakı oyunlara köklənməliyik. Düşünürəm ki, yaxşı nəticə çıxaracağıq. Bu dəqiqə indiki elə durumudur ki, ay İsmail, hansı komanda istəyir yuxarı yerlərdə oynayanlar, hansı ki Avrokuboklar oynayırlar, çempionluq oynayırlar və yaxud da hansı ki zavıjivaniya deyirlər rus dilində, hansı ki həyatda qalmaqdan ötürü oynayırlar bu komandaların ikisi də yəni elə bir fərq etmir. Nə mənada fərq etmir? Oyunu oynadı, qutardı, bitdi və məyus uduzan komanda məyus olsun, 2-3 gün nə bilim dilxor olsunlar, özünə gələ bilməsinlər. Yəni ona uzun vaxt qalmır. Çünki maksimum sona 5 tur deyəsən, 5 tur qalıb artıq. Və burada nəyəsə fikirləşmək və yaxud da kimsə yerini qarantiliyim, fikirləşim ki, məsələn də Kəpəz komandası çalışır. Yaxın 2 tur ərzində bəzi suallara aydınlıq gələcək. Nə var, nə yox. Yəni sənin sözünə qüvvət, onu demək istəyirəm ki, yəni vaxt baxımından vaxt yoxdur. Oturub düzdür. Oyundan sonra hansı ki səhvlər, oyunda buraxdığım qollar, analitiklər hamısı oturub onlar izah edirlər, baxırlar videolarına və oyunda baş verən o xətalar hansı ki xırda o texniki səhvlərdən okey. Yəni futbol onsuz da səhvsiz mümkün deyil. Səhvlər çalışıb minimuma yendirmək istəyirlər və o şeyləri də aşılamaqdan ötürü futbolçularına məşqçilər yəni oyundan sonra video analiz edirlər. Oturub yəni toplantı vaxtı otururlar, qoyurlar monitorda filan kəs sən bu epizodda belə elədin, bu epizodda sən belə eləmədin. Yəni taktiki baxımdan buraxılan o səhvləri hər bir futbolçuna yəni aşılayırlar. O demək deyil ki, oyun bitdi, hepsi oyunu yaddan çıxartdıq, növbəti oyuna hazırlaşdıq, hər şey ondan da bitdi. Ondan sonra da proseslər var. Hansı ki marafon səhvləri uzundur və bu həmin o marafonun finiş xəttinə yaxınlaşdıqca həm problemlər ortaya çıxır. Problemləri də deməlisən ki, o birisi növbəti oyunda həmin o oyuna buraxdığın o futbolçu istəyir cavan olsun, istəyir təcrübəli olsun. O artıq bilməlidir ki, həmin bir oyunda, 2 oyunda dalbadal bu səhvi edirəmsə və bundan gəlir qapımızda qol görürsə, onun məşqçilər, analitiklər analiz edib ortaya çıxardıb onu aşılayıb futbolçulara başa salmasalar, elə futbolçu elə biləcək ki, elə mənim burada səhvim yox edir. Mən hər dəfə eyni şey eləyir ya da eləsi olsa, davam eləsi olsa, komandanın yəni qapısında qol görəcəksən. Oyun baxımından da belə baxanda Şamaxı komandası, 2 komandanın ikisi də başla vurur. Başla. Bax o başla vurulan qolu Rüfət ümumiyyətlə Neftçi Akademiyasının yetirməsi də. Yəni bu uşaq, bu gənc artıra gedir, maşallah olsun. Nəyə görə? Səncə nəyə görə? Şans verilir. Ayxan Abbasov güvənir. Rege Kampf onu oynatmışdı Şamaxıya qarşı məhz Şamaxı şəhər stadionunda indiyə kimi yadımdadır. Neftçi 1-0 hesabı ilə qalib gəlmişdi. Neftçidə zəif uşaq yoxdur akademiyasında. Xarakterində biraz çatışmazlıq var ki, yəni o da normal bir şeydir. Yəni hər bir cür xarakteri var. Tez depressiyaya düşür, tez məyus olur, amma bax stabil olanda necə ki ardıcıl 2 oyunda məhsullar ötürmə müəllif olur. Rüfət. Cinah ötürmələrinə fikir verirsən necə çotq, necə dəqiq ünvana, o türklər demişkən adresə təslim göndərilir konkret. Necə ki mesaj göndərirsən, hara ki yazırsan, topu elə ötürdü ki, sadəcə bir dənə baş qoymaq lazım idi. Başını qoydu, birinci qolda yəni başla vurdular. Amma ondan sonra yenə də ötürmələrlə yadda qalır. Ümumiyyətlə bütün hücumlarda soldan çalışır, qoşulsun. Yəni doğrudan da Neftçi komandası ümumiyyətcə
Dədə baba vaxtından elə biz də uşaq vaxtından yəni Neftçiyə ancaq qaymaq futbolçular var. Amma onların hamısı da şans qazanmır axı qardaş. Neftçi əsas komanda Premyer Liqa komandası. Əvəz edicidən 5 nəfər, 8 nəfər götürə bilmir. 19-dan gedib Neftçinin əvəz edici komandasının 25 futbolçudan 25-i də gedib əvəz edicidə oynaya bilmir. Və bu uşaqlar hansılar ki pişirlər aşağıdan, altyapıdan. Bu uşaqlar oynamaqdan ötürü düzgün qərar verməlidirlər. Nə mənada düzgün qərar? Mən məsələn Neftçidəyəmsə, gedim rayon komandasına, gedəcəm orada məsələn də tutaq ki, pul var, yoxdur. Ay nə bilim forma vermirlər, ekipirovka vermirlər və yaxud da nə bilim nə eləmirlər. Mən gedəcəm rayon yerində qala bilmirəm. Darıxacam, nə bilim nə edəcəm. O momentlərdə keçid vaxtında hansı ki sən gənc yaşından professional komandaya, professional futbolçu həyatına addım atırsansa, o momentlərdə gərək futbolçular düzgün qərar versinlər. Əvvəlki məşqçilər də hamısı deyirdilər ki, qardaş, ən yaxşısı sən gedib kənddə kral olmağın yaxşıdır rayon yerində. Çem Bakının içində hardasa valet olasan. Elə o kart baxımından da bu karalyom, çem məsələn valeta. Ona görə bax, həmin o Rüfət özü indi elə qərar Eyni fikirlər İsmail Zülfüqarlıya da aiddir. İsmail Zülfüqarlı Turantovuzda normalda oynayır. Məşqçi inanır, qardaş, buraxır. Verdiyi o şansdan da gərək futbolçuların hamısı bərk yapışsın. Necə ki, koalanın balası anasından ağaca dırmaşanda belə az qala dişinlə də yapışır. Belə ayaqlı 50 belənsinə belə yapışır. Belə. Bax, həmin o şansdan da elə yapışmalısın. Çünki o şans sənə verilir. O deyirlər, xoşbəxtlik quşu gəlir, qonur çiyni və sən buradan sən onu qovursan o. Bu hər dəfə gəlib başıma qonası deyil. Ona görə də deməyim nədir? Mən də hal-hazırda məşqçiyəm də, gənclərlə işləyirəm. Hərənin özünün, uşaqların öz başqa psixologiyası var. Hər uşağa da sən fərdi qaydada yanaşmalısın. Və indi Ruslan, bax, sözü və qüvvət. Şamaxı bu heyətlə, bu cür yerli gənc futbolçularla belə nəticələr göstərirsə, düzdür, 7-ci nəticəni uğur saymaq olmaz, amma belə əjdahaların arasında, belə büdcəli komandaların arasında, belə yerli oyunçularla və ələxüsus da Ayxan müəllimin işi ortadadır təbii ki. Ayxan Abbasovun gördüyü işlər yaxşı bir məsələyə toxundu. Rəhbərliyinə də sağ ol demək lazımdır. Bax, nəyə demək istəyirəm? Hansı ki, baş məşqçiyə həvalə etimad edir. O da yerli uşaqlara güvənir. Azərbaycan uşaqları yığ. Nə demək istəyirəm? Bax, bu uşaqlar bu şəraitdə çox gözəl oynayırlar, yaxşı nəticə verirlər. Özlərindən söz açdırırlar, danışdırırlar, mediada tərifləyir öz yerində. Ayxan müəllim deyir ki, çox yaxşı komandamız var. Avrokubok iddiamızı davam etdiririk, cüzi də olsa şanslar var. Amma sponsor olsa gör indi biz necə olarıq da. Yəni sponsor olsa Avrokuboklarda necə oynayarıq, çıxış eləyərik. Bax, həmin o sponsorun gəlməsi də o gənc uşaqlara, Rüfət kimi digər yeniyetmə və gənc uşaqlara da yaxşı bir motivasiya olacaq. Biləcəklər ki, məsələn, qələbədən sonra bu qədər mükafatlar olacaq. Onsuz da zaten futbolu belə pistə çıxmasın, nəyə görə oynayırsan? Pula görə, oynayırsan da. İlk növbədə azarkeşə görə, amma sən də təbii ki, qazanc əldə eləmək istəyirsən də normal şəkildə. Onu da oynayırsansa, məvacib də alırsansa, qardaş, onun qarşılığını verməlisən. Sən tamaşaçılar qarşısında, klub qarşısında, sən elə belə qara qaşıba gözlə sənə maaş verilmir. Veriləcək, həmin o futbolu oynamayacaqsınsa, səndən sağollaşacaq, çıxıb gedəcəksən, gedib işləyəcəksən, bravo da, axranı. Başa düşdün, hansı ki, uşaqlar var indi, gənc futbolçular, məşqə gəlir, məşqdən çıxır, gedir, deyir ki, ay müəllim, mən başqa yerdə hardasa işləyirəm, işə tələsirəm, gedirəm işə. Yəni, futbolçu yəni gedib hardasa işləməli deyil. Futbolçu, işi futboldur. Profesional futbolçudur. Baxırsan, görürsən ki, oradan da qabında var, potensialli oyuncudur, talantlı futbolçudur. Amma hansı ki, gənc yaşlarında elə klublar var ki, məsələn, orada məvacib almır. Yazıq gedir təzədən məşqdən qutarandan sonra yer hardasa başqa əlavə iş görür. Və yaxud da o gün mən Ayxan müəllimlə də danışırdım telefonla. Ayxan müəllim deyir ki, biz məsələn gedirik xarici o U21 yığması ilə kimdən oynadılar? 2 dənə oyun, birini utdular, birini neçəsə elədilər. Belarus millisi idi. Yəni söhbət edəndə telefonla özü də deyir ki, deyir Ruslan, sən fərdi məşqlər keçirsən, əladır, mən də baxıram deyir, görürəm də, yəni nətər canla yanaşırsan, yanaşmanı uşaqlara başa salmaq, hansı ki oyunun içində fərdi məşq hamı keçirir bu dəqiqə. Dolu deyə, sosial şəbəkələrə baxsan doludur. Filankəs, nə, keçəyə əcə verirsən.
Mən də nə isə demirəm, super dərəcədə bilirəm hər şeyi. Zaten onsuz da sosial şəbəkə var. Hansısa bir taktiki baxımdan və yaxud da hansısa bir dribling örgədəsən uşağa və yaxud da top aparmaq, YouTube-da bu dəqiqə yazarsan, Vladimir Miçon dribling, nəsə də məsələn. Oradan sonra 1000 dənə video çıxardacaq. Proqram çıxır. Söhbət ondan gedir ki, sən o həmin o Onu necə satdıracaqsan futbolçu uşağın uşağa? beynində necə yeridəcəksən? Və yaxud da o sən meydançanın içində o topu belə aparmağı öyrətdin. Əbə sənə gəlib sual verəcək ki, ay müəllim, mən tutaq ki, bu epizodda mənə top gəlir, düşür, mən təzyiq altında özümü itirirəm və bu pozisiyalarda mən topu itirirəm. Bu momentdə mən necə çıxış yolu tapmalıyam? Sağ zaşitlik oynayıram sizin kimi. Oyunda belə vəziyyətlərdə mən məsələn çətinlik çəkirəm. Orada mən neynəm? Amma mən məsələn bilirəm ki, mən də ömür boyu 22 sağ müdafiəçi oynamışam da Premyer Liqada. Mən onu bilirəm ki, o situasiyanın içində bu düzgün qərarı hansıdır, nədir, nə vermən. Asandan çətinə getməlisən də sən. Onu aşılayıb başa salırsansa və uşaq da doğrudan da məşqdə baxırsan ki, başa saldığın şeyi bir dəfədən yox, 2, 3, 5-ci dəfə. Ən azı eləyir də. Ən azı cəhd eləyir onu. Ay sağ ol. Özü də görür ki, ha müəllim düz deyirdi. Mən burada belə eləyirdim. Akazvacı bu momentdə məsələn bunu veriləməliyəm. İndi sənin sözünə qüvvət. Ayxan müəllim deyir ki, biz məsələn şey olan kimi xarici futbolçular hansılar ki, məsələn ölkələrində oynayanlar məsələn 500 evro, 1000 evro tutaq ki, maaş alır. 19 ya 21 millisində oynayan. Soruşursan ki, sən pulu hara xərcləyirsən deyir, hara verirsən. Deyir mənim deyir şəxsi fərdi deyir məşqçim var. 20-21 yaşında futbolçuların xaricilərin. Fərdi məşqçim var, hansı ki Hakan Çalğanoğlu, o bir dənə Alman var, Türk, Almaniyada yaşayan Məsud, Koç Məsud. Şey dönəmində o oyunlar olmayan dönəmdə məsələn baxıram Hakan Çalğanoğlu onun yanında məşq eləyir. Konkret deyil, YouTube-da da var, TikTok-da da var. Konkret Çalğanoğlu onunla məşq eləyir. Yəni deməyim nədir? Xaricilərdə bu fərdi məşqçi, şəxsi özünün məşqçisi var. Şəxsi özünün psixoloqları var. Nə bilim şəxsi dietoloqlar. İndi bizdə Azərbaycanda necə sən pulu verəsən, uşaq yazıq getsin fərdi məşqə. Gəldi mənə yanıma mənə pulu verdi. Ayda mən məşq keçdim ona. Ya bu yazıq butsunu hardan alsın? Qabaq komandalarda məsələn polnu ekipirovka verəndə sumkada onun içində dəsmalından tutmuş, dəmir butsundan diş pastasına qədər. Az qala diş pastasına kimi, şotkasına kimi hər şey yəni verilirdi. İndi yəni vəziyyət elədir ki, bəzi klublar var verir, olur yəni ekipirovka. Amma butsu məsələn heç kim vermir. Mən öz alır, futbolçu öz alır. Karvanda oynayanda 2004-cü ildə mən Karvana keçəndə o vaxt ki, hansı ki çempionluğu oynayırdıq da. Tərlan Əhmədov, Dmitri Kramarenko, Elxan Həsənov, Yuri Muzika, Muzikaza sonradan gəldi. Fərrux, Yakuba Bamba, Zaur Ramazan. Onlar 2005 sezonunda gəldilər. sonra gəldi. 2004-də Mahir Şurov da var idi. Mahir sonra idi, sonradan gəldi. Yəni o dönəmdə mənə verilən təsəvvürlə ekipirovka var, orijinal italyanski Diadora. Qalır hələ də. Quran haqqı butsu veriblər 2004-cü ildə, yəni indi 2021-də həmin Diadora orijinal italyanski 21 ildə mən daha evdədir məsələn qalıb. Kimsə indi 100% yazar ki, hoca onun qazanam göndərdən mən göndərə bilərsən. Yəni yazıb eləməyim mən, heç kimə də verməyəcəm. Forma da var. Verməyəcəm. Mən verməyəcəm. Yəni söhbət ondan gedir ki, fərdi tək bu uşaq harda məşq edir? Tək meydançanın ortasında 1 saat yarımlıq məşqlə uşaq futbolçu artıra bilməz. Və fərdi qaydada demirəm məşqçilərlə fərdi getsinlər, işləsinlər. Özü də açmalıdır. Yəni nəyə gətirirəm? Yadımdan da çıxdı, nəyə danışırdım, mən şundan getdim. Uşaqların hazırlığından, yəni fərdi hazırlıq, Rüfət, İsmail, Neftçi, Qarabağ Neftçi maçında 78-ci dəqiqədə meydana çıxan daha bir Neftçi Akademiyasının üzvü yetirməsi Elcan Əbilov, Samir Abbasov belə bir ağır oyunda ona şans verdi, debüt elədi. Həm də ki, həmin yəni, bu belə bir derbidə oyunda da elə oyunçular var ki, Samir müəllim də ağıllıdır, bilir. Məsələn, hesabda gerirdəsən, sən kubok oyuna hazırlaşırsan və sənin zədədən qayıtmış futbolçuların var hansılar ki, tam hazır deyirlər, müəyyən bir periodda 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə. 15 dəqiqə həmin o meydançanın içinə girib, bu meydançanın içində baş verən ab-havaya örgləşməkdən ötürü, hansı ki 3 gün, 5 gündən sonra sən kubok oynayacaqsan sabahla. O da bir məşqçinin fikridir da, yəni okey, biz çempionatda geridəyik.
Mən kubok hazırlaşıram. Yox, uduzmayaq, Qarabağla udmalıyıq. Ona görə də tam Zaten heyət. Baxırsan ki, oyunun gedişatından şans yoxdursa, başqa oyunçulara şans verir, düz deyir qardaş. Çünki sabah kubokda o istifadə edəcək o futbolçulardan. Biri var o burada bir 20 dəqiqə oynaya biraz özünə gələ, kubok oyununa buraxanda o gözü açıq vəziyyətdə o çalışacaq, səhvsiz oynasın. Başa düşdün? Meydansan o hiss edir bu adam. Amma bax eyni zamanda bax birini qoyuruq digərinə keçirik gənc futbolçular. Aha. Murad Məmmədov necə idi? Bir 4 tur, 5 tur öncə, bir ay bundan qabaq Buraxırdı, yəni oynayırdı. partladırdı. Yaxşı. Gol, assist. Bu dəqiqə enişdədir. Samir müəllim də deyir ki, hazırda Murad Məmmədovda nələr baş verir, bunu özü anlamalıdır. Aha. Çünki biz özümüz də hiss edirik ki, düşüşdədir bu futbolçu. Psixoloji problemləri var. Yanaşmasında müəyyən çatışmazlıq var, amma özü bu vəziyyətdən çıxa bilər. Orada yəni Bax deyirsən, psixoloq. Psixoloq bəlkə də yoxdur klubda. Elə futbolçunun özü ilə də bağlı. Əlbəttə ki. Yəni fərdi olaraq danışan yoxdur. İstedadlı oyunçudur. Gələcəyə perspektiv vəd verən oyunçudur. Düzdürmü? 100%. Millimizdə də görə bilərik Samir Murad Məmmədovu. müəllimin Amma da- bax bu problemlərdən necə çıxmaq lazımdır? Bax ən vacib məqam. Problemlərdən qardaş, bax sənin yenə deyirəm, komandaya şəxsi psixoloq gəlməlidir. Hı. Hansı ki, nəinki gənc futbolçu. Futbolçu gəncdir, okey, meydançaya şans verir. Həm məşqçi deyirlər psixoloq olmalıdır, məşqçi olmalıdır, məşqçi böyük qardaş olmalıdır, məşqçi dayaq olmalıdır. Bu yazıq hər şey olmalıdır. Bu yazıq neynəsin? Tək başına hamı ola bilmir də. Xarici klublara bir dənə bax, hansısa bir baş məşqçinin böyründə, stafında 20 nəfər köməkçisi var. Ailə. 3 dənə fiziki məşqçi, 2 dənə analitik, oradan nə bilim köməkçi məşqçi, oradan nə bilim nəyi, psixoloq, dietoloq, nələr. Bizdə bir dənə neynəsin baş, hər şey baş məşqçiyəm. Baxıram psixoloji durumdan məsələn həmin o Muradın enişdədir, düşüşdədir. Samir müəllim 100% ondan söhbət edib, çağırır yanına ki, ay qoqan, o problem yoxdur, olur. Mən sənə necə inanırdım, şans verim, yenə də şans verəcək. Sadəcə olaraq bu moment elə momentdir İlk növbədə özün özünə inanmalısın. Mənim lazımdırsa mənim tərəfdən dəstək olacaq. Sadəcə olaraq bu psixoloji bariyeri Özün aç da. özün aşmalısan. Mən səni arxadan itələyirəm belə. Amma dirənib dala gedirsən. Elə futbolçular da var ki, o erkəsənin uşaqlar kimidir də. Məsələn, diqqət gözləyirlər, qayğı gözləyirlər. Sığal istəyir, nəvaziş istəyir. Yumruq istəyir. Ay, dumbuz. Dumbuz istəyir, dumbuz istəyir. Yəni deməyim nədir qardaş? Variant varsa, əgər Bakı komandasındasansa sən oynamırsansa mütəmadi. Bölgə klublarından sənə təklif gəlirlər. Dəyərləndir. Təklif kimi. Səni istəyirlər, deyirlərsə gəl, qardaş, valla qaç get bu Bakıdan. Qorxurlar ki, qardaşım, bax Neftçidə oynaya bilərəm də, oynayıram da. Hə. Qarabağda oynayıram, oynaya bilərəm. Sabahda oynayıram, oynaya bilərəm. Elə bilirlər ki, sənin sözünə qüvvət. İcarə əsasında başqa kluba keçərlər, transfer olunanlar, bir də qayıda bilməz o komandaya. O qorxu, o xof var. O komanda oje sənə əgər inanırsa, komanda sənə deyir ki, Get daha yaxşı ol, Mən get sənə daha çox inanıram. oyun praktikası qazan, özünü daha da artır, inkişaf elətdir, yenidən gəl də. Sən necə olur? Tam professional klublarda elə olur. Mən sənə inanıram İsmail. Mən inanıram ki, Amma sən oradan hazırda mən səni oynada bilmirəm. bizə kömək edə bilərsən. Gənc futbolçunun FC-nin gələcəkdə 3 ildən sonra məsələn aparıcı futbolçuna çevriləcəksən. Mən sənə inanıram. Kontraktı var qaqaş? Hə, var. Haçan qutarır? Məsələn, 6 aydan sonra və yaxud da 1 ildən sonra. Mən sənə inanıram. Səninlə kontraktımızı 2 il təzədən artırıram. Və bu 2 il artırandan sonra sənin kontraktını, sənin 1 ili göndərirsən icarəyə. Gedib 1 il sən orada oynayıb artırıb canavar kimi, fiqur kimi sən puxtələşəndən sonra sənin təzədən qayıdıb qayıtmağa bilirsən ki, FC ilə mənim 2 illik kontraktım var. Ürəkli şəkildə gedirsən ora. Amma belə sən demiş, arendaya veririk, müqaviləni buradan artırmır. Futbolçu fikirləşir, deyir ki, gedəcəm ora, burayla müqaviləm qutaracaq. Ki, orada da oynayacam, oynamayacam, bilmirəm hələ nətər olacaq. Hələ şöyle qalım qoy Neftçidə 1 ildə təzədən görüm, gözləyib. Nə bu latodur gözləyirsən nəyəsə, axıda baş çıxacaq deyəsən, bəsdir. O deyil, qardaşım. Deyil, lato oynayır, valla. Bəsdir. 1-1. O bir dənə xananın gözlərində bir qabaq qoyurdu atalarda da. Oğuzla götürürdüm 1-1 deyəndə dilxor olurdu. Hamısını qayırdı. O çağıran özdə həmişə belə interesli belə şey edirdi. Ora meşokun içinə belə güdürdü bir gözündən ki. Ya. Gözləyir axı. 11-i gözləyirsən, çıxardı 11-i. Məncə 11 verənlə götürəndə gör 11-də. Bizdən sırada 90. Nə bilim nəsə baba, nə bilim kimsə. Bəli, Şamaxı komandasını təbrik eləyirik. Əzmkar qələbə münasibəti ilə doğrudan da alqış düşür Ayxan Abbasova və onun
cəngavərlərinə, igidlərinə, əskərlərinə eşq olsun. Və ən əsası növbəti mövsümdən etibarən artıq ölkə futbolumuzda, çempionatımızda yaranacaq o legioner limitinin ləğvi ilə bağlı qərardan sonra inanmaq istəyirəm ki, bu cür komandalar yerli futbolçulara daha çox güvənəcək, şans verəcək və onlar da əllərindən gələnin maksimumunu reallaşdırmağa çalışacaqlar. Həm də bayaqlarım danışanda da İsmail yadımdan çıxdı vurğulayam. O legioner hansı ki gəlir ha komandaya, belə cavan uşaqların yanına. Elə solidni legioner, konkret solidni da bildin nətər. Hansı ki gəlib belə gənc futbolçulara, cavanlara da baxıb Yaxşı nümunə. yaxşı nümunələr, yaxşı şeylər görüb. Honda gəldi necə məsələn Neftçi. Amma məsələn onun o disiplinasından, onun o indiki o həmin o yaşına qədər. Samir Abbasov öz yerində, onun xarizması, onun çəkisi, nüfuzu öz yerində, Hondaya başqa cür hörmət yanaşma var idi. Söhbət ondan gedir. Gələndə məsələn elə legioner gəlsin ki, bu gənc futbolçular nəinki cavan, elə Azərbaycanda özümüz Görüb götürsün də, öyrənsin də. Çünki bunlar Avropadan gəlirlər. Bunlar ən azından bizdən neçə addım gör qabaqdadılar. Essien özü Səbaildə gəldi, düzdür, çox oynamadı, amma onun burada varlığı belə Səbailin çox təcrübə qazandırdı. Səbailin uşaqlarından soruşsan deyirlər bu başqa aləmdir də qardaş. Başqa aləmdir yəni. Ona görə Şamaxı komandasına qalib gəlmək münasibəti ilə mən də təbrik edirəm. Doğrudan Ayxan müəllimin işi göz qabağındadır və həm burada, həm millidə iki yerdə də yəni Allah güc qüvvət versin, tək ki həvəsdən düşməsin. Rəhbərlik də bildiyimiz kimi inanır və inanıram ki, doğrudan da dəstək olacaqlar və bu Şamaxı komandası belə gənc futbolçularla beləsinə oyunlarda parlayıb irəliyə doğru gedəcəklər. Çünki gəncin özü də belə oynayandan sonra Şamaxıda, bəlkə elə Şamaxıdan sonra təzədən Neftçi deyəcək ki, məsələn, gəl Edqara, o birisinə, bu birisinə, nə bilim, Rüfətə. Elədir. Başqa komandalarımız gənc futbolçu kimi götürəcəklər. Belə hörmətli tamaşaçılar, bu dəfəki buraxılışımızın yavaş-yavaş sonuna yaxınlaşırıq. IQ Sportsun media layihəsi və Xırdalan 00-ın sponsorluğu ilə tura baxışa baxırsınız. Benzin qutarır ha. Danışdıqca telefonda Xırdaladıqca söhbətləri bu da qutarır. Bu qutarır. Danışa da içilir. İçilir özdə gedir. 6-cı butulkadır. 6-cı bankadır. Mən dəməm. Dəm olunmuşam qardaşım. Yox, bu dəm eləmir. 10 dənə də iç bundan üst-üstə. Yəni hamısı testdən keçilib də yəni. Maestro keçirdi bu hamısının testini. Yəni 10 dənə də içəsi olsan yəni var. Bəyə nəsə danışacaktın, elə bir yarımçıq qaldı. Mən bir dənə şey yadıma düşürsə. Bir kişi olur, nə bilim nə olur, nəsə deyirdin. Bundan qabaq şimdi danışanda yadımda deyirdi. Deyirəm ki, biri gəlir, nə bilim doktora. Oradan doktora gələr, nəsə oradan nəsə başımı qatdınız, nəsə başqa şeyə təzədən keçdik. O bazara gəlir, papqoyalan gəlir. Yada düşdüsə onun gərək momentalni. Anında danışasın. Çünki o qədər beyin informasiya ilə doludur. Arada o keşi gərək deyirlər, keşi təmizlə. Məndə də gərək onun kimi. Nə hansı idi, nə bilim, mən 1000 dənə dansı deyildi. Doktora gəlir biri. Biri gəlir nəsə doktora. Qolun burası bildiyin gömgöy hərfdir. Gəlir nəsə terapevtin yanına. Qadir deyir ki, ay doktor, qadan alın, problemim var. Deyir, nə olub? Kişi. Qadir ki, qolum yaman göy hərfdir. Deyir, soyun bir baxım görüm. Soyunur, baxır görür ki, bura bildiyin sinyak, sağ əli. Gömgöydür, dana başa düşdüm. Bərk göy hərfdir. Belə deyən kimi doktor Qadir buna belə sifətinə belə baxır, atdan yuxarı belə süzür belə bax. Get, CD analizi gətir. Belə deyən kimi bunun gözü kəlləsinə çıxır. Qol hara, qol hara, CD analizi hara, bunun buna nə dəxli var? Belə siz hamınız, doktorlar, yalancısınız, cəmaatın başına oynatırsınız. Mən gəlmişəm ki, mənim qolum göyərifdir. Bu problemdən siz mənə deyirsiniz ki, CD analizi gətirdim. Hər şey biz tərsinə işləyir, nə bilim, nə. Bundan nəsə dilxoru başqa doktorda yoxdur, ancaq bu bilir. Başa düşdüm, bunun yanına gəl. Ayrı alternativa yoxdur ki. Buna yönəldiblər ki, bu sən ərdivə çarə tapasın. Saat dedim, yer get, CD analizi gətir. Nəsə kör peşman, yaxşı, sabah gətirərəm. Nəsə gedir CD analizi, bir dənə qab alır. Gəlir evə, nəsə şeyi götürür. Kombin radiatorundan oradan belə biraz oradan tökür. Biraz nə bilim özünün analizi, biraz oradan gedir yoldaşının analizi. Özünün analizi. Oradan evində pişik saxlayır.
pişiyin analizi, həm qaynanasının analizi, nəsə hamısını belə qarışdırır. Kokteyl düzəldir bu. Gəlin kokteyl düzəldir. Gəlin nəsə maşına binəndə maşın da kapotunu belə açır. Oradan da. Tormozun jitkisindən də bir balaca içinə belə damızdırır. Deyir, mənim başıma oyun açıb doktorlar. İndi verəcəm analizi, qoy vaxtında biraz da bunlar əziyyət çəksinlər. Nəsə, yenə qolu belə vəziyyətdə, nəsə gətirir, verir analizi. Deyir ki, doktor, get, günortadan sonra saat 2-də gələrsən. Yəni, nəsə saat 2-də gəlir yanına. Doktor deyir, hə, qardaş, məsələ yaman çətin məsələdir. Deyir, nə məsələdir ki? Qolu belə. Qadir ki, pişiyinizdə hər şey normaldır. Sadece beste var. Kardeşim, pişiyinizdə hər şey normaldır. Dün günü marketten aldığınız o viskasdan zaten basır. Bomba kimi Garfield kimi geldi gəzir özü için. Her şey bombadır. Kızınız baxmayaraq ki... Tamam eliniz. Qulaq. Kızınız... Bir konkret dəqiq deyirəm. Kızınız baxmayaraq ki 18 yaşına tam... Oh. Amma bətnində uşağı normal inkişaf eləyir. Nə bilim, nə belə, bunun gözü çox... Danışırdım da sonra bura. Qadir ki, amma qaynananızda vəziyyət biraz çətin. Biri deyən kimi Qadir ki, nə olub ki? Qadir ki, biraz o xəstəlikdən tutub. Müalicəsi var, amma bizdə burada dövlətdə yox, İsrailə getməlidir. O müalicəsi nəsə İsraildədir. Biri deyən kimi Qadir Bey, bax, kombində vəziyyəti pis deyil. Kombində vəziyyəti pis deyil. Radiator hələ bir 10 ildə sənəm nəsə şey eləyəcək, nə bilim, nə elə. Yoldaşınızın isə hastayanlı deyir, başı ağrıdığı üçün sizlə yaxın ola bilmir. Ona görə siz deyir, girirsiniz deyir tualetə, özünüzdən yaxın olursunuz. Ona da baxaraq ki, tualetimizin biraz deyir, kvadraturası balacadır. Siz özünüzlə məşğul olanla belə sağ dirsəyiniz dəyir divara, göyərti, 10 göyərtisidir belə deyən kimi. Vay! Başım tutub, otaqdan qaça-qaça belə gedəndə Qadir Bey bax, hey! Tormuz jitkisində dəyişdirginən, avariyeli baş olassan. Bu neydi o? Bunu paylaşlar. 400 min gələcək qaqa. Oy, bu neydi o? Başın... Allah qəcdaha sansa. Bir anekdot var ama. Oy. Baxarsan dala. Allah'ın olsun yani şedevr da. Gözümden yaş geldi. Ağladırsan her dəfə məni. Ne var da pliçinin əlində. Möhtəşəm. Başladı Ruslan. Belə elədi. Bir dənə oyunumuz qaldı. Bir dənə oyunumuz qaldı da Zirə Sumqayıt. Zirə əla formadadır, maşallah olsun. Oradan da yəni ikinci yerdədir və Zirə qələbə sayəsində Qarabağın erkən çempionluğunun qarşısını aldı. Yəni özləri də bilir ki, Qarabağ çempiondur. Bunu Rəşad Sadıqov da deyir bunu. Sona qədər də... Amma hələ ki gedirlər. Sona qədər də gedirlər. Və demək olar ki, artıq ikinci yerdəki yerlərini təmin ediblər. Yəni 8 xallıq fərq var. Sona 5 tur qalır. Qalıb, bilinir. Zirənin. Yəni nə? Baxaq. Zirənin bu turdakı rəqibi Kəpəzdir, Kəpəz səfəri. Sonra evdə Turan Tovuzla Səbail səfəri, evdə Sabahla Araz Naxçıvan səfəri. Çətin oyunlar. Çətin oyunları o 3 dənə komanda dediyin çətindir. O Kəpəzlə belə fikirləşirsən ki, gedib Kəpəzlə səfərdə olacaq. Yenə deyirəm, bu hansı ki aşağıda Kəpəz özü də yerinə hansı ki bərkitdir də. Premier Liqadan düşməməkdən ötürü 5 oyunun 5-i də yenə deyirəm, yəni yəni əslində Zirənin oyunları çətin, Zirənin oyunları çətin deyil, hamısının oyunları çətindir. Yəni belə baxırsan, yəni asan oyun yoxdur. Asan oyun yoxdur. Hansı ki deyib,
Səbail fikirləşirsən ki, Premier Liqadan düşəcək. 90 plus 3-də başla buraxır qolu Mikels vurur yəni. Bax Rəşad Sadıqov da mətbuat konfransında Sumqayıtın son dövrlərdə, son günlərdə, həftələrdə dirçəldiyini vurğulayır. Vaqif Cavadov amilini, faktorunu vurğulayır və bildirir ki, 2-1 olarkən Sumqayıt da qol vura bilərdi, hesabı bərabərləşdirə bilərdi. Biz 3-cü qolu vurduq, məsələni bitirdik. Yəni biz xal itirə bilərdik həmin oyunda. Təbii ki, şanslarımızdan maksimum yararlandıq. Juninho Maranhao'nun cərimə zərbəsi qolu əsl sənin kimi var deyəsən. Papunaşvilinin erkən qolu, Salifo Suma maçının yenə də qəhrəmanı idi. 1 qol, 1 assist. Yəni bu futbolçu əla formadadır. Özü də 3-cü qolda fikir verdi, necə rahat. Ötürmə super, möhtəşəm. Qapçı ilə üzbəüz qalır. Yəni orada başqası olsaydı bəlkə də elə ya qapının üstünə, yəni qapçının üstünə, ya qapıya dəqiq zərbə və yaxud qeyri-dəqiq zərbə vuracaqdı. Amma rahat qapçını keçir, boş qapıya topu yönəldir. Yəni ustalıq səviyyəsidir. Pasta verə bilərdi orada, pasta vermədi. Sol ayağından görsətdi, bir rast döndü. Yəni o epizodda birdən görsən futbolçular var ki, hansılar ki qol vurmur, biraz paxıl olur. Fikirləşir deyirlər, qoy oyunda mən də yadda qalım, qolum şey eləyim. Amma o birisi komanda yoldaşın sənə bomba vəziyyətdədir, ona pas versən, o boş qapıya vuracaq. Amma özü eləmək istəyir, allatmaq istəyəndə də qol olmur. Əslində orada öz qiymətini daha da artırır ki, mən komanda oyunçusuyam. Sən necə görür ki, o komanda özünə görə nə qədər bu güvən, özünə inamı var ki, yəni fikirləşir ki, mən qapıçı ilə təbii. Amma biri var, sən 90% qola yaxın olasan, biri var, verirsən boş qapıya vurur, %100. Yəni elə moment var ki, bir də bu bəzi bizdə Azərbaycan futbolçularında elə problem var. Boş qapıya da vermir deyə qoy elə mən eləyim. Mən qol vurum, mən qol pası verim. Mən komandanın nəticəsində mən 4-də 10 nəfər oynayır, 11 nəfər. İndi o epizodda məsələn o qapısını alıb keçmək istəyəndə keçə bilməsəydi, qapıçı topu tutsaydı və təzədən bir dənə atak eləsəydilər, məsələn də hesab 2-1 olan vaxt olsaydı, təzədən rəqib o Sumqayıt komandası 2-2 eləsəydi, onda nə olacaqdı? Amma doğrudan da möhtəşəm mövsüm keçirir Zirə komandası və burada Rəşad Sadıqovun son illərdə gördüyü işlər, Rəşad müəllimin köməkçilərinin hamısı əhsən demək düşür yalnız və yalnız. böyük işlər. Legioner limitinin ləğv olunmasına da belə maraqlı şəkildə fərqli tərzdə cavab verdi ki, xatırlayırsınızsa ötən mövsümdə biz Avrokuboklarda belə yerli futbolçularla oynayırdıq. 5-6 yerli futbolçu ilə çıxmışdılar Dakla səfər maçına. Onu xatırlayıb. Amma eyni zamanda danışıqlar apardıqları futbolçuların da olduğunu qeyd edib. Çünki əgər sən professional Heyət güclənməlidir. Sən fevraldan bu yana, fevral, mart gözləmirsən. Klub çempiona qutardı mayda. Ondan sonra baxaq görək. Hər nə qədər Rəşad Sadıqov tələsmədiyini desə də, bundan əvvəlki mətbuat konfransında artıq əminəm ki, Avrokubok haqqında düşünməyə başlayıb. Tembole indiki bu dönəmdə hansı ki 5 oyun qalıb, bundan qabaqçında da ki, hansı ki şansları var idi Avrokuboklara, normal peşəkar məşqçilər, normal peşəkar kollektiv staff, rəhbərlik. Gələcək Avrokubokları sən fikirləşirsənsə, qardaş, 5 ay, 6 ay qabaqcadan futbolçular necə danışmaq. Zirəyə bir qələbə kifayətdir ki, artıq Avrokuboklara vəsiqəni təmin etsin. Ona görə də əlindən gələni eləyəcək. Bir qələbə lazım. Bir qələbə. Özü də nəyə demək istədim? Bayaq dedim, görsənmir. Yəni, o məşqçi kollektivi, köməkçiləri, komandanın rəhbərliyi, nə bilim, orada o masajisti, nə bilim, nəyi. Həmin bu uğurun dalında o çəkilən o əziyyət nəyə ki, o şey kadr arxası bir dənə çəkiliş edəsən onlardan. Yəni o belə şeydə görsənmir. Hamı baxır görür ki, hamı 90 dəqiqəni görür, oyunu görür. Tutdular. Ay Zirə nə zor oldu. Getdi səfərdən nə bilim falan kəs uddu. O pişi Zirənin adı gedir. Amma onun altındakı o yükün altındakı o əziyyət çəkən, stresə girən, nervi nə bilim nə başını itirən o qədər haqq hesablar. Orada masajçının belə var, masajçının belə, həkiminin belə əziyyətləri var. Düzgün də yoldadılar. Təbrik edirik. Öz sosial şəbəkə hesabında Rəşad Sadıqov Kocaeli Spor klubunu da təbrik edib. Çünki onun oynadığı dövrdə Kocaeli Spor sonuncu dəfə Super Liqada çıxış etmişdi. 16 ildən sonra yenidən qayıtdı Premier Liqaya, Türkiyə Super Liqasına və təbrik edib keçmiş komandasını və bildirib ki, mən Kocaeli Sporu azarkeşlik eləyəcəm növbəti mövsümdə. Doğrudan da nostalji hisslərdir. Terminator ləqəbi verilmişdi, xatırlayırsan. Ümumiyyətlə, legioner həyatı da yaşayıb, legioner kimi də oynayanda da hər yerdə hörmətli olub, öz oyununla, mən özüm də Rəşadla rəqib kimi oynamışıq qarşı-qarşıya, yəni
futbol baxımından nə dərəcədə güclü olduğundan heç onu danışmaq lazım deyil. Onsuz da göz qabağındadır. Məşqçi kimi də deyib belə neçə illər. Məşqçi kimi də bir yerdə dayanmır ha, axtarışda da daimi öyrənir, araşdırır. Məşqçi o dayandısa Daha böyük hədəfləri var. Olmur. Təbii. Bu futbol sürətlənir, futbol müasirləşir. Xarici klublar hansılar ki var, baxırsan heç adı dəftərdə yoxdur. Amma gəlib belə bir futbol oynayır ki, gəlib az qalada 4-də 1-ə kimi, 2-də 1-ə kimi yəni gəlib çıxırlar. Bodo Glimti götür. Bodo Glimtdən danışanda deyirdin ki, Bodo Glimt ilə belə uduzduqla neynədik. Bodo Glimtdə bir dənə bax, gör arada kimdən oldu? Norveçin ilk klubu oldu ki, yarımfinala vəsiqə qazandı Avrokuboklarda. Gör indi yəni deməyim odur ki, futbol yəni dəyişir qardaş. Yenə deyirəm, Haiti, ora, bura nə bilim nə. Hamıya adla baxmaq lazım deyil, dövlət adı ilə. Futbol baxımından yəni hamı qabağa gedir. Biz onu tapmalıyıq. Hamının o açarı tapmalıyıq o kufura ki. Açarı gizlədiblər də bizdə, tapamırıq. Yoxa çıxardıb, açar nətər yoxa çıxıbsa bilmirsən açarı. Harada bastırıblar, harada. Açarı cadılıyıblar. Yeri gəlmişkən, verilişimizin sonunda elə özümüzü də təbrik eləyək. Bir yaşımız oldu. IQ Sportsun bir yaşı oldu. Hoppa. Bir ildir ki, artıq fəaliyyət göstərir bu qurum. Və bu qurumun artıq media layihəsi də var ki, tura baxış formasında qarşınızda oluruq. 8-ci aydır. Deyəsən 8-ci ayda artıq efirdəyik. Kifayət qədər maraq gətirmişik, düşünürəm, futbol ictimaiyyəti arasında, futbol həvəskarlar arasında. Sən demişdə, sözünə qüvvət. Fərqlilik var burada. Kommentatorlar altda yazanda verilişin altında ki, hə, bombadır, danışdı. Eyni zamanda bu IQ Sportsun idmançılarla da əməkdaşlığını vurğulamaq lazımdır ki, yəni müxtəlif idman növləri üzrə ölkəmizi tanıdan, dünya Avropa çempionatlarında bayrağımızı dalğalandıran, himnimizi səsləndirən idmançılarımızla, atletlərimizlə də əməkdaşlıqları təbii ki, göz oxşuyur və bundan sonra da bu formada davam eləyəcək. Xeyirlisi, inşallah. Çox sağ ol. Nəsə bir əlavən fikrin varsa, verilişimiz yekunlaşdıraq. Əziz tamaşaçılar, kanalımıza abunə olmağı unutmayın. Vəbşə nətərdir orada vəziyyət şeydə? Maşallah qalxır, artır. Qalxıram. 3600 nə qədər idi? Sonuncu buraxılışda kommentlərin sayı çox idi, maşallah olsun. Özdə bilsən nə maraqlıdır? Varşavadan, Aa, və Qaqaşa deyirəm ki, bir Qaqaş yazıb ki, bəs 3730. 3700. Dünən mən baxanda 3600 idi. 130 nəfər sağ olsunlar. Hamısı kim ki baxır, ya görsən biz paylaşım edirik, həm TikTokda, nə görsən yazırlar. Oldu qardaş, baş üstə. Baxırsan ki, doğrudan da yəni abunə olurlar. Yəni o da doğrudan bizim çəkdiyimiz əziyyət. Burada indi biz çəkilirik, cəmaatın qabağına hazır vəziyyətdə çıxır da ora 1 saatlıq ya 1 saat 20 dəqiqəlik, 50 dəqiqəlik video başa düşdün. Varşavadan, nə bilim Avstriyadan, nə bilim hardan oradan. Ya 1-2 dəqiqəni ayıraq o kommentlərə, vaxtımızı ayıraq. Maraqlı kommentlərə. Nə yazıb? Fikir verin, pivədən sonra xodlanır qaqalar mırtdaşmağa. Həm səslənən fikirlər, həm zarafatlar, səmimi ortam, bir sözlə əlasız. Tutaq ki, spirt var, reklam etmək olmazmı? Təbii ki, reklam eləmək olar, əlbəttə ki, amma yəni bunu vurğuladıq ki, bu məhsulun tərkibində, yəni məhz bu xırdalanın tərkibində 0.0001% belə olsun, spirt, alkoqol yoxdur. Yəni, sonra o mənada demişdim ki, sonra düşünməyin ki, biz veriliş gedə-gedə spirtli içki qəbul edirik. Yəni, yoxdur tərkibində spirt. Onu demək lazımdır. Onsuz da o altdan yazanlar olacaqlar. Ümumiyyətlə, verilişinizin son yarım saatında qonaq olsa möhtəşəm olar, həftədə 2 qonaq. Biz o barədə düşünmürük. Kamran Ağayev ona görə düşünmüşdük ki, Ruslanla qəşəng tandemi ola bilərdi. O da nəsə əmələ gətirir. Deyəsən alınmayacaq, hə? Amma alınacaq. İndi hələ dedi ki, əmələ gəlmir Ruslan, gələnmir əmələ ki. Deməli, niyə qonaq qəbul eləmirsiniz? Amma yazılan fikirlər, kommentlərin əksəriyyəti pozitivdir. Bu da bizi təbii ki, ruhlandırır. AFFA baxsın, bunlardan öyrənsin futbol proqramlarını. Hətta belə düşünənlər də var. Toyota var, satdıq. Ruslan ürəkdir. Ruslan Əmircarov şedevrdir, qardaş. Oha. Güya oxumamısan da. Güya xəbərin yoxdur.
Onun bəlkə də 20 dəfə oxuyuram yenə. Aslan Əmirzanov şedəvrdir, bilirəm. Dostlar, kanalımıza abunə olmağı unutmayın. IQ Sports YouTube kanalımız, sosial şəbəkələrdə də bizi izləyə bilərsiniz. Daha maraqlı layihələrlə, məhsullarla qarşınızda olacağıq. IQ Sportsun media layihəsi Xırdalan 00-ın sponsorluğu ilə tura baxış bu dəfəki buraxılışını yekunlaşdırdı. Yenə futbolumuzdan danışmağa çalışdıq, Azərbaycan çempionatından danışdıq. 32-ci turdan sonra da yenə də qarşınızda olacağıq. Sağ ol Ruslan. Sağ olun. Görüşərik. Tamaşaçılar, özünüzə yaxşı baxın. Gələn görüşlərədək. Əlviderçi. Allah sizi qorusun. Görüşərik.